2 dereceli, yüksek dereceli bərabərsizliklər. Ax kvadrat üstəgəl bx üstəgəl c böyükdür 0, kiçikdir 0, kiçik bərabər və böyük bərabərdir 0 formasında verilə bilər. 2 dereceli və yüksək dereceli bərabərsizliklər intervallar üsulu ilə həll edilir. İntervallar üsulu necə olur? Baxaq indi. Hər hansı bir tənlik götürək. X kvadrat çıxılsın 8x üstəgəlsin 15. Birini məsələn böyükdür 0 halını götürək. Bir dəfə də x kvadrat çıx 8x üstəgəlsin 15'in kiçikdir 0'ını götürüm. Birinci bunun üsulunu yazacağım. Sonra qısaldılmış formasını yazacağım sizə. Bu misalın cavabını tapmaq üçün bu bərabərsizliyi həll edək birinci. Buranda 15 toplayanda 8 viyyətə görə. x1 bərabərdir 3, x2 bərabərdir 5'dir. 3 ədədinin vuruqlar ayırması kimi düşünün. Onda tənliyi necə, yəni bu misal necə yazarım? Bu kvadratik tənliyi bu cür parçalayaram. X çıx 3, x çıx 5 böyükdür 0'dan. İndi bunun intervalını qururam. Buraya yazıram 3, buraya yazıram 5. 5'dən yuxarı müsbət sonsuzluqdur. Yəni 5 müsbət sonsuzluq. 5, 3. 3'dən də aşağı olur mənfi sonsuzluq. Belə deyərdim sizə. Burada adətən mən bu hissəni niyə tezlərdən qeyd elədim sizə bu hissəni? Bax, bu hissəyə baxanda biz görürük ki, birinci x gəlir. Yəni x çıx 3'dür. X'in əmsalı müsbət 1'dir. Əgər x'in əmsalı müsbətdirsə, interval müsbətdən başlayır. Müsbət, ardıcıl mənfi, sonra nə olacaq? Müsbət olacaq. Əgər sizə düşən misalda interval x'dən yoxdur, məsələn, belə olsaydı, yəni misal x çıx 3 yox da 3 çıxılsın x kimi verilsəydi, yəni x'in əmsalı mənfi 1, mənfi 2, nəsə bir mənfi də olsaydı, interval mənfidən başlasaydı. Amma burada x çıx 3, x çıx 5, yəni x'in əmsalı müsbət olduğuna görə intervalımız müsbətdən başladı. Sonra görürsünüzmü intervalın, əgər müsbətdən başlayırsa, həmişə intervalın başlanğıcı ilə sonu müsbət olur, orta nə olur? Bəs mənfi. Bütün kvadratik bərabərsizliklərdə belə olur. Ona görə də bizə buradakı kimi böyükdür 0 verəndə kənarlara götürürsən. Yəni mənfi sonsuzluq kiçik kök. Birləşmə 5 böyük kök müsbət sonsuzluq. Yox, əgər x kvadrat çıxılsın 8x üstəgəlsin 15 kiçikdir 0 verilərsə, onda görürsün orta həmişə kiçik olur. Cavab nə olacaq elə? Köklər elə interval verəcək. 3, 5 olacaq. İndi bu bunun alınış qaydasıydı. Amma artıq biz bu tip suallardan çox işləyəsiydik. Vaxt itkisi olmasın deyə bu an siləcəm. Necə olur indi? Və salam. Deməli, kvadratik bərabərsizliklərdə əgər 0'dan böyükdürsə, cavabımızı artıq şifa işləyirik. Necə? Mənfi sonsuzluq kiçik kök, yəni mənfi sonsuzluq 3, birləşmə, böyük kök müsbət sonsuzluq, yəni 5 müsbət sonsuzluq. Amma bir də bu var, x kvadrat çıx 8x üstəgəl 15 kiçikdir 0. Əgər kiçikdir olarsa, köklər elə intervaldır. Cavab nə olacaq? 3, 5 olacaq. Əlbəttə, söhbət burada, məsələn, biz bayaq dedik ki, burada x kvadratın əmsalı müsbətdir. Ona görə də vuruqları ayırdığımız zaman belə x çıx 3, x çıx 5'i verdiyinə görə bu şərt ödəndi. Bu tip misallarda bu şərt hər zaman ödəyəcəm. İndi isə gəlin misal həllərinə baxaq. 2 dərəcəli və yüksək dərəcəli bərabərsizliklər. Birinci test. Birinci testdə bizə deyir ki, k-nın hansı qiymətində tənliyinin 2 müxtəlif kökü var. Bu tənlikdir. 2 müxtəlif kökü də o vaxt var ki, diskriminant 0'dan böyük olsun. Yəni mən diskriminantı 0'dan böyük götürüb işləyəcəm. Birinci hal. 5x kvadrat çıx kx üstəgəl 5 bərabərdir 0. Bunun diskriminantı 0'dan böyük olmalıdır. Diskriminantın düsturu b kvadrat çıxılsın 4ac böyükdür 0'dandır. Burada a həmişə x kvadratın əmsalıdır, b həmişə x-in əmsalıdır, c də hər zaman sərbəsəddir. b kvadrat mənfi k-nın kvadratı müsbət k kvadratı çıxılsın 4 vurulsun a 5'dir, c də 5'dir. Böyükdür 0'dan. K kvadrat çıxılsın 100 böyükdür 0'dan. Bunu müxtəsər kimi açırsınız.
K çıxılsın 10, K üstə gəlinsin 10 böyükdür 0-dan. Elə indicə qaydada izah elədim sizə. Bu tip misallara artıq interval qurmağınıza ehtiyac yoxdur. Deməli, tənliyin kökləri nədir? K1 bərabərdir. Bunu 0-a bərabərləşdir. Müsbət 10. Vergül qoyuram. K2 bərabərdir. Bu hissəni 0-a bərabərləşdir. Mənfi 10 eləyəcək. Böyükdür 0-dansa kiçik kök, mənfi sonsuzluq kiçik kök, mənfi sonsuzluq kiçik kök, birləşmə, böyük kök, müsbət sonsuzluq. Hər dəfə kvadratik misallarda interval qurası deyilir. Yəni, dərsin əvvəlində 2-3 dəqiqədə izah elədim. Birinci sualı həll elədim. Gedirəm indi ikinci suala. İkinci sualda deyir ki, bizə hansı şərt ödəndikdə bərabərsizliyin, yəni ax kvadrat üstəgəl bx üstəgəl c böyükdür 0 bərabərsizliyi x-in heç bir həqiqi qiymətində ödənmir. Yəni, bu ödənməməkliyi burada böyükdür 0-dandır. Böyükdürün ödənməməsi kiçikdirdir. Bir də bərabər də ola bilər də. Yəni, bunu ödəməyən tənlik hansı tənlikdir? Burada qeyd edeyim. Bunu ödəməyən 2 qoyum qeyd edeyim. Deməli, ax kvadrat üstə gəlinsin bx üstə gəlinsin c böyükdür idi. Ödəmədik kiçikdir ola bilər. Bir də bərabər də ola bilər. Bunu yazdıq. İndi buna uyğun bizdən variantları nə istəyir? A-nı və D-ni istəyir. Diskriminantın böyük halını götürmürəm, ya kiçik halını götürürəm, ya da bərabər də halını götürürəm. X, Y kimi düşünürsünüz. Diskriminant əgər bu halı yoxlayıram. Diskriminant 0-a bərabərdirsə, x oxunu kəsir. Yəni, x oxunu bir nöqtə kəsir. Bu cavab da ola bilər, bu cavab da ola bilər. Əlbəttə, digər misalda 0-dan böyük verildiyinə görə, indi burada A-nın 0-dan kiçik halını götürəcəm. Yəni, A-nın bu halını götürəcəm. Bu halını götürməyəcəm. Sonra bir də diskriminant nə ola bilər? 0-dan kiçik ola bilər. 0-dan kiçikcə deməli, x oxunu kəsmir. Amma bunda da heç vaxt bu hal ola bilməz. Çünki ödənməyən halını biz A-nın mənfi halını götürməliyik. Ya budur, ya da budur. Hər ikisində qollar aşağıdır. Məlum məsələ A 0-dan kiçikdir. D ya 0-a bərabərdir. Buradan D nəyə bərabər idi? 0-a. Burada D 0-dan nə idi? Kiçik idi. Ya D 0-a bərabərdir, ya da D 0-dan kiçikdir. İkisini də götürə bilərsiniz. Götürürsünüz daha doğrusu məcburidir. Bu oldu neçənci test? İkinci test. Üçüncü testə baxaq. Bərabərsizliyini həll edin deyir. Yəni, bu bərabərsə intervallar üsulə necə həll olunacaq? Bir də deyirəm, biz bu qısaltmaları eləyəsirik biz kvadratik tənliklərdə. Amma artıq 3 nömrəli misallarda interval qrup eləməliyik, həll eləməliyik. Başlayaq. Üçüncü sualı əvvəlcə, buranı tam silim. Üçüncü misal tam işləyək, köçürək. 3. Deməli, x çıxılsın 5-in mörtəzə kvadratı vurulsun x çıx 8, x minus 4-ün mörtəzə kubu kiçikdir, bərabərdir 0-dan. İndi mən əlbəttə dərs danışanda çox az danışdıq, yəni incəliklər qeyd eləmədim. İndi burada incəlik var, diqqətlə baxın. Birinci tənliyin köklərini tapaq. Hər mörtəzədən ayrı 0-a bərabərləşdirirsiniz. X bərabərdir 5-ə, x bərabərdir 8-ə, x də bərabərdir 4-ə. Misal düz köçürmüşükmü? Hə. İndi intervalı çəkirəm. Ən kiçikdən başlayıram. 4, 5, 8. 8 müsbət sonsuzluq, 8, 5, 5, 4, 4 mənfi sonsuzluq. Dərs izahında nəyə qeydlədik? Əgər x-in əmsalları müsbətsə, yəni görürsünüz, burada x-in əmsalları müsbətdir. X-in əmsalları müsbətdirsə, onda interval müsbətdən başlayır. Müsbət, mənfi, müsbət, mənfi. Bizə lazımdır nə? Kiçikdir, bərabərdir 0-dan. İndi burada belə bir incəlik var. İncəlik nədir? X minus 5-in mörtəzə kvadratı. İntervalda nəyinsə mörtəzə kvadratıdırsa və ya, məsələn, x kvadratı vurulsun hər hansı bir mörtəzədir. Məsələn, bir var ki, x kvadratı çıxılsın, məsələn, 5 olsun, buna aid deyil bu qayda. Amma bir var ki, x kvadrat təkdir, hansı bir mörtəzəyə vurulur. Bir də nəyinsə mörtəzə kvadratıdır.
Bu iki tipdə misallarda intervalın təkrarlanacaq. Yəni müsbət mənfi gəlməyəcək, təkrarlanacaq. Necə yəni? İndi burada nəyin hansı kökün mörtəzə kvadratıdır? 5 kökünün mörtəzə kvadratıdır. 5 kökünü dairəyə alıram. Dairəyə alıram. Dairəyə alıram. Deməli onun sağı ilə solu eyni olmalıdır. Ardıcılıq müsbət, mənfi. Artıq bura müsbət gəlməməlidir. Mənfi gəlməlidir. Sonra müsbət gəlməlidir. Deməli, nəyinsə mörtəzə kvadratıdırsa, onun təpəsi təkrarlanacaq. Burada x minus 5'in mörtəzə kvadratıdır. Yəni, kökü nə idi? 5. Ona görə 5'in təpəsi təkrarlanmalıdır. Bizə nə lazımdır? Bizə kiçikdir, bərabərdir halı lazımdır. Ona görə də, indi biz bizdən kiçikdir, bərabərdir halını istədiyinə görə, biz nəyə baxırıq? Mənfi versiyalarına baxırıq. Mənfi versiyalarına da baxanda necə işləyirsən? Belə işləyirsən. Baxın, normalda 4-5 aralığı, bir də 5-8 aralığıdır. Amma burada, yəni kiçikdir, bərabərdir olduğuna görə, burada 5'i də aldığına görə, orada 4-5 müsbət sonsuzluq yazmırıq. Promoy 4, yəni 4-5, 5-8 yazmırıq. 4 promoy 8 yazırım. Belə. Amma məsələn uşaqlar, əgər burada kiçikdir, bərabərdir deyil də kiçikdir versəydilər sənə, onda sən 4, 5, birləşmə 5, 8 götürməliydim. Onun üçüncü testi olur cavab A bəndi. İndi keçirəm dördüncüyə. Dördüncü misalda deyir ki, M parametrin hansı qiymətində tənlinin həqiqi kökü yoxdur. Nə vaxt həqiqi kökü yox idi? Diskriminant sıfıra bərabər olanda həqiqi kökü yox idi. Dördüncü tənlikdən A nədir? A bərabərdir 1'dir. B nədir? X əmsalıdır. Mənfi 2 vurulsun, M üstə gəlinsin 3'dür. C nədir? Və sərbəsəddir 36'dır. Deyir ki, bizdə həqiqi kökü yoxdur. Yəni, diskriminant sıfırdan bərabər olmalıdır. B kvadrat. Bunu yüksəldəcəm kvadrata. Onca mənfi olacaq. 2'nin kvadratı 4 vurulsun, M üstə gəl 3'ün mörtəzə kvadrat. Çıx 4 asi. 4 vurulsun 1 vurulsun 36. Kiçikdir sıfırdan. İndi bunu əlbəttə vurub açıb sadələşdirəcəm. 4 vurulsun M kvadrat üstə gəlinsin 6M üstə gəl 9 çıxılsın 144 kiçikdir sıfırdan. 4M kvadrat üstə gəl 6M üstə gəl 9 kiçikdir 144'dən. M kvadrat üstə gəl 6M üstə gəl 9 kiçikdir 36'dan. Sonra M kvadrat üstə gəl 6M 9 çıxılsın 36 mənfi 27 kiçikdir sıfırdan. İndi viyyətə görə vuranda mənfi 20, toplayanda mənfi 6. M1 bərabərdir mənfi 9'a, M2 də bərabərdir 3'ə. Toplayanda mənfi 6, vuranda mənfi 27. Məsələn, bayaq mən sənə qeyd edim. Dedim ki, kvadratik misallarda artıq həll etməyimizə interval qurmamıza ehtiyac yoxdur. Kiçikdirsə elə köklər interval olacaq. Yəni mənfi 9, 3. Ona görə hansı variant olacaq? Mənfi 9, 3, C bəndə olacaq. Keçirik indi 5-ci suala. 5-ci sual yenə eynisidir. Tənliyinin həqiqi kökü yoxdur deyir. Yenə eynicə işləyirik. Baxaq, 5. Deməli, yenə burada A bərabərdir 1'dir, B bərabərdir mənfi 2 vurulsun, M üstə gəlinsin 5'dir, C də bərabərdir 49'dur. Deməli, həqiqi kökü yoxdursa diskriminant sıfırdan kiçik olmalıdır. Yəni, B kvadratı. Bunu yüksəltməliyim kvadrata. 4 vurulsun, M üstə gəlsin 5'in mörtəzə kvadrat. Çıx 4 asi. 4 vur 1 vur 49 kiçikdir sıfırdan. 4 vurulsun, bunu müxtəsər kimi açıram. M kvadrat üstə gəlsin 10M üstə gəlsin 25 kiçikdir. Bunu vurub keçirəm bərabərsin o bir tərəfindən 196. M kvadrat üstə gəlinsin 10M üstə gəl 25 kiçikdir. 196'nı da 4'ə bölürəm. Elir 49. M kvadrat üstə gəl 10M 25'dən də 49 çıxsa mənfi 24 kiçikdir sıfırdan. Deməli, toplayanda mənfi 10 eləməlidir.
Vuranda da mənfi 24 eləməlidir. Ona görə də mənfi 12, 2 olacaq. Yenə kvadratik bərabərsi sıfırdan kiçikdir. Elə köklər aralığı elə interval olacaq. Mənfi 12, 2 və salam. Keçək indi 6-cı suala. 6-cı sualda bizə nə deyir? Bərabərsini həll edin deyir. X üstü 4 kiçikdir 81. Bu x üstü 4 çıx 81 kiçikdir 0 yazdım. Sonra bunun müxtəsər vurma düsturu kvadratlar fərqi kimi açıram. Yəni x kvadrat çıx 9 x kvadrat üstə gəl 9 kiçikdir 0-dan. Burada bir dənə qısa özət keçmək istəyirəm. Bax bu x üstü 4 x kvadratının kvadratıdır. Minus 81 nəyindir? 9-un kvadratıdır. Sonra onun kvadratlar fərqi kimi düstur var idi. A kvadrat çıx B kvadrat kimi açdım. Burada aşağıda qeyd elədim. İndi ümumiyyətlə yadınızda saxlayın. Bərabərsizliklərdə. İndi bax bunun bu hissəsinə görə deyirəm. X kvadrat üstə gəlsin 9 tipli misal varsa onu bərabərsən silirsiniz. Səbəb nədir? Çünki həmişə müsbət qiymət alır. Həmişə özünüz üçün bir yerə qeyd edin ki, əgər bərabərsi işləyəndə x kvadratı üstə gəlinsin n tipli bir mörtəzə varsa, burada n, yəni söhbət natural ədəddən gedir. Yəni x kvadrat çıxılsın hər hansı bir ədəd yox. X kvadrat üstə gəlsin 9, məsələn. X kvadrat üstə gəlsin 2. Yəni bu tip misallar həmişə bərabərsidən çıxarılır. Çünki həmişə müsbət qiymət aldığına görə bərabərsi təsir göstərmir. Bir dənə qalır nə? X kvadrat çıx 9. Bunu da müxtəsər kimi açıram. X çıx 3, x üstə gəl 3, kiçikdir 0-dan. Kökləri nədir? 3-dür. Bunu 0-a bərabərləşdirsəm 3, bu isə mənfi 3-dür. İnterval çəkməyə ehtiyac yox. Dedim sizə, əgər kiçikdirsə, köklər elə interval verəcək. Mənfi 3, 3. Ona görə cavab olur A bəndi. Keçirəm indi 7-ci testə. 7-ci testdə elə bu testin eynisidir. Baxaq. Yenə x üstü 4 çıx 16 böyükdür 0 yazdım. Bunu müxtəsər kimi açıram. X kvadrat çıx 4 x kvadrat üstə gəl 4 böyükdür 0-dan. Burada uşaqlar yenə baxın, bayaq dediyim düstur var idi. X kvadrat üstə gəlsin n mörtəzəsini harda gördünüz atırsınız. Burada da buna oxşayan mörtəzə budur. X kvadrat üstə gəl 4. Həmişə müsbət qiymətləri aldığına görə atırıq. Bərabərsə bir təsiri yoxdur. Yerdə qalandan işləyirəm. Bu x kvadrat çıx 4 yenə açıram. X çıx 2, x üstə gəl 2. Böyükdür 0-dan. Kökləri hər mörtəzəni ayrı-ayrı 0-a bərabərləşdirsəm, bir dəfə x bərabərdir 2, bir dəfə də x2 bərabərdir mənfi 2. Burada artıq böyükdür 0-dandır. Ona görə kiçik kök, mənfi sonsuzluq, kiçik kök. Birləşmə 2 müsbət sonsuzluq. Cavab nə olur onda? Olur C bəndi. Sonra mən keçirəm 8-ciyə. 8-ci testə baxaq, görüm necə işləyə bilərik. 3x, misal birinci köçürürəm. X kvadrat bölünsün 3. Üstə gəlinsin x çıxılsın 9. Bizə deyir ki, bu bərabərsi həll edin. Burada kəsir mənim sevmirəm kəsir misallarda görəndə. Ona görə də kəsir məxrəci 3-sə hər tərəfi 3-ə vururam. Yəni bunu da 3-ə vururam. Kəsiri də 3-ə vururam. Bunu da 3-ə vururam. Bunu da 3-ə vururam. Yəni mütləq hamısını vurmalısınız. Nə olacaq onda? 9x kiçikdir. Bunlar gedir. Niyyətim də oydu, məxrəc getsin. Üstə gəl 3x çıx 27. Əlbəttə, kvadratik tənliyi hamısını bir tərəfə keçib 0-a bərabərləşdirəcəm. X kvadrat üstə gəl 3x çıx 9x çıx 27 böyükdür 0. Bax, yəni 9x kiçik idi bu ifadə. İfadə 9x-dən böyükdür. Belə yazdım. Ona görə böyükdür 0 olur. X kvadrat çıx 6x çıx 27 böyükdür 0-dan. İndi necə düşünürsən? Deməli, toplayanda müsbət 6 eləməlidir. Burada mənfi 27 eləməlidir. Onun ki, x1 bərabərdir müsbət 9, x2 də bərabərdir mənfi 3. Əgər böyükdürsə, deməli, yenə mənfi sonsuzluq, kiçik kök, birləşmə, böyük kök, müsbət sonsuzluq. Bu neçənci testi idi? 8-ci testi idi. Keçirik indi 9-cuya. 9-cu, 10-cu,
Onlar çox sadə suallardır. Dərs izahında da bu tip sualların izahına yer vermişdim. Bir dənə 9-a baxaq. 9-cu testdə belədir. X kvadrat üstəgəl 4x çıx 5 kiçikdir bərabərdir 0-dan. Sən kiçikdir bərabərdir görən kimi biləcəksən ki, köklər elə intervaldır. Deməli, toplayanda -4, vuranda -5. x1 bərabərdir -5, x2 bərabərdir 1-ə. Amma burada interval olmayacaq, parça olacaq. Niyə parça olur? Çünki kiçikdir deyil, kiçikdir bərabərdir. Əgər bərabərsizlik 2 qatdır, yəni 2 qatın kiçikdir bərabərdirsə və ya böyükdür bərabərdirsə, həmişə bizim mürtəzəmiz belə olmalıdır, parça formasında olmalıdır. Ona görə də bura nə yazırıq? -5, 1 qeyd olunur. -5, 1. Sonra bunları keçirəm. 10-cu eynisidir. Çox sadə edib ötürəm. Köklər tapırsınız. Elə köklər interval yəni olacaq. Amma burada bax görürsən 10-da da 2 qatdır. Ona görə də parça yox, parça olacaq. Interval olmayacaq. Yəni buna məsələn interval deyirlər, bəzən mürtəzə deyirlər. Amma adətən məsələn x böyükdür 3-dəndirsə bu mürtəzədən istifadə olunur. Amma tutaq ki də belə deyim də məsələn x kiçikdir 5-dən, böyükdür 3-dən. Onda bunun cavabı budur 3, 5. Amma sizə deyirsə ki x kiçik bərabərdir 5-dən, böyük bərabərdir 3-dən. Onda mürtəzə belədir. 3, 5. Hər zaman diqqətinizdə olsun. Sonra keçirəm 11-ci sual. 11-ci ilə 12-ci də sadə suallardandır. Baxaq. X üstə gəlinsin 1, x çıxılsın 3, kiçikdir bərabər 0-dır. Hər mürtəzəni ayrı-ayrı 0-a bərabərləşdirirəm. Digəri isə müsbət 3-dür. Artıq əlbəttə bunu hesablamaya ehtiyac yoxdur. Yəni 11-ci tipdə suallar, 10-cu tipdə suallar, 9-cu tipdə suallar, 12-ci tipdə suallar həll eləmirik. Sadəcə kökləri tapan kimi biz işimizi bilirik artıq. Kiçikdirsə elə köklər elə cavab olacaq. -1, 3. Keçirəm indi 12-yə də ehtiyac yoxdur, sadədir. Gedirəm 13-ə. 13-cü suala diqqət edirsəz, x üstündə 4 çıx 10x kvadrat üstəgəl 25 kiçikdir bərabər 0-dan. Baxan kimi ağlınıza gəlməlidir bu müxtəsər vurma düsturu. Əgər hansısa şagirdin baxan kimi ağlına gəlmirsə, deməli o uşağın müxtəsəri daha çox təkrar getməsi lazımdır. Yəni müxtəsər vurub açmalıdır ki, əlverdiş olsun. Ona görə bu müxtəsər vurmada nəyin açılışıdır? X kvadrat çıxılsın 5-in mürtəzə kvadratı kiçikdir bərabər 0-dan. Uşaqlar, yəqin ki, bilirsiniz ki, mürtəzə kvadratı heç vaxt mənfi qiymət ala bilməz. Ona görə bu sarı aldığım hissə var, kiçikdir 0. Bu hal ödənə bilməz. Amma burada hansı hala baxasıyıq? Bərabərdir 0 halına baxasıyıq. Yəni x kvadrat çıxılsın 5 bərabərdir 0. X kvadrat bərabərdir. Burada mürtəzə kvadratı var əslində. Sadəcə 0 olanda mürtəzə kvadratın bir önəmi qalmır. X kvadrat çıxılsın 5 bərabərdir 0-a. X kvadrat bərabərdir 5-ə. X də bərabərdir müsbət mənfi kök altında 5-ə. Yəni burada cavab D bəndidir. Diqqət yetirin. Baxın, B deyil cavab. B deyil cavab D-dir. Yəni burada interval yoxdur. Sadəcə 2 dənə kökü var. Biri -5, biri müsbət 5. Heç bir aralığı yoxdur. Baxaq indi 14-cü suala. 14-cü sualda bizə nə deyir? Deyir, A parametrinin hansı qiymətində x kvadrat üstə gəlsin 5ax üstə gəl 4 böyükdür 0 bərabərsi x-in bütün həqiqi qiymətlərində doğrudur. Hər zaman nəzərinizdə saxlayırsınız nəyi? Deyirik, x-in bütün həqiqi qiymətlərində doğrudur. İndi bunun haqqında belə bir şey deyəcəm sizə. Diskriminantın 3 halı var idi. D bərabərdir 0 halı var idisə, deməli onda bu parabola x oxunu 2 nöqtədə kəsirdi. Yəni heç vaxt x-in bütün qiymətlərində ödənməz. 2 nöqtədə ödənəcək. D 0-dan üzr istəyirəm. D 0-dan böyüksə parabola x oxunu 2 nöqtədə kəsir. 2 dənə kökü var. D 0-a bərabərdirsə, onda bu tənlik x oxunu bir nöqtədə kəsir, toxunu, belə deyək, bir kök olacaq. Amma D 0-dan kiçik olarsa,
bu qrafik x oxunu kəsmir. Ya belə ola bilər, belə ola bilər, fərqli. Amma x oxunu kəsmir. D sıfırdan kiçik deyirik, biz həqiqi kökü yoxdur. Çünki x oxunu kəsmədiyinə görə həqiqi kökü yoxdur. Bu bir nöqtədə kəsir deyib x oxunu, bir dənə həqiqi kökü var. Bu iki dənə nöqtədə kəsir deyib iki dənə həqiqi kökü var. Ona görə sizə həmişə 14 tipli suallar verəndə x-in bütün həqiqi qiymətlərində doğrudur deyəndə və yaxud x-in bütün müsbət qiymətlərində doğrudur, bütün mənfi qiymətlərində doğrudur deyəndə hər zaman diskriminantın sıfırdan kiçik halını nəzərinizdə saxlayırsınız. X-in bütün qiymətlərində doğrudur. Deməli, diskriminantı sıfırdan kiçik götürüb həll edirsiniz. 14. X kvadrat üstə gəlinsin 5ax üstə gəl 4 böyükdür sıfırdan. Soramlarım. Deməli, diskriminant b kvadrat çıxılsın 4ac kiçikdir nə olmalıdır sıfırdan. Burada a-nın yerində duran 1-dir, b-nin yerində duran 5a-dır, c-nin də yerində duran 4-dür. b kvadrat, yəni 25, a kvadrat çıx 4ac 16 kiçikdir sıfırdan. Bunu müxtəsər kimi açsam 5a çıx 4. 5a üstə gəl 4 kiçikdir sıfırdan. Ayrı-ayrı mürtəzə sıfıra bərabərləşdirsəm 5a çıx 4 bərabərdir sıfıra, 5a bərabərdir 4-ə, a da bərabərdir 5-də 4-ə. Digər mürtəzənin həmçinin o da olacaq a bərabərdir mənfi 5-də 4-ə. Biri mənfi 5-də 4-dür, biri müsbət 5-də 4-dür. Kiçikdir sıfır olduğuna görə elə köklər intervaldır. Yəni mənfi 5-də 4, müsbət 5-də 4 B bəndi. 15-ci testdə eyni testi, yenə 15-ci sualın başlığına əgər diqqət edirsə nə deyir? Deyir ki, A parametrinin hansı qiymətində x kvadrat çıx 3ax üstə gəl 1 böyükdür 0 bərabərsizliyi x-in bütün həqiqi qiymətlərində doğrudur. Bütün həqiqi qiymətlərində doğrudur sözünü eşidən kimi mən diskriminant sıfırdan kiçik götürüb həll edirəm. 9a kvadrat çıxılsın 4ac, yəni 4 böyükdür 0, kiçikdir 0-dan. Bunu da yenə müxtəsər kimi açıram. 3a çıx 2, 3a üstə gəl 2, kiçikdir 0-dan. 3a çıx 2 bərabərdir 0, a da bərabərdir 3-də 2-yə. 3a üstə gəl 2 bərabərdir 0, a da bərabər mənfi 3-də 2-yə. Burada kiçikdir 0 dediyinə görə onun köklər elə intervaldır. Mənfi 3-də 2, müsbət 3-də 2. İndi baxaq 16-cı testə. 16-cı testdə deyir ki, bərabərsizliyinin tam həllərinin cəmini tapın. 16-da necədir? 2 çıxılsın kök altında 10. X üstə gəl 6. X çıx 7. Böyükdür bərabərdir 0-dan. Baxın, bu mörtəzədə dəyişən yoxdur. Əgər dəyişən yoxsa, deməli bu mörtəzə atılmalıdır. Amma atanda baxırsınız, müsbətdir yoxsa mənfidir. Siz 2 çıxılsın kök altında 10-da, 2-ni salıram kökün altına 4 kimi girir. 4 çıx kök altında 10. Balacadan böyük çıxıldığına görə atdığım isə mənfiymiş. Əgər mənfidirsə, bərabərsizlik işarəsi əksinə dəyişəcək. Yəni x üstə gəl 6 vur, x çıxılsın 7, böyük bərabərdir yox, kiçik bərabərdir 0-dan. Ayrı-ayrı 0-a bərabərləşib kökləri tapıram, mənfi 6, bir də müsbət 7. İnterval qurmağıma ehtiyac yoxdur. Əgər kiçikdirsə, deməli elə köklər elə intervaldır. Mənfi 6, 7. İlk tam həllərinin cəmini tapın deyir. Nə demək? Tam həllərinin cəmini tapın deyir. Burada mənfi 5, mənfi 4, ta kimi gedir. Müsbət 5, 6. Mənfi 5 ilə müsbət 5 aralığında hər şey islah gedəcək. Bir dənə qalacaq 6. Tam həllərinin neysə bir işlədik. Mənfi 5, müsbət 5'e kimi gedir. Görürsünüz, burada kiçik bərabər dedi. Kiçik bərabər olduğuna görə mörtəzə parçadır. Parça olduğuna görə mənfi 6'nı da alır, müsbət 7'ni də alır. Onun üçün mənfi 6'da müsbət 6'ya kimi olan hissə gedir, bir dənə qalır 7. 16 olur A bəndi. Diqqətli olacaq, kiçik bərabərdir 0. Ona görə mörtəzə qapalı mörtəzə olmalıdır.
Yəni mənfi 6-nı da almalıdır, müsbət 7-ni də almalıdır. Burada mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6 hamısı əks ədədlər olduğuna görə onların cəmi 0 verir. Bir dənə qıraqda 7 qalacaq. Ona görə də köklər cəmi 7-dir. Baxaq indi 17-ci testə. 17-ci testdə elə 16-cı testin eynisidir. 17. Yəni 3 çıxılsın kök altında 10, x üstə gəl 3, x çıxılsın 5, böyükdür bərabərli 0-dan. Bu mötərizənin içində dəyişən yoxdur, atılır. Amma kök altda 9 çıx kök altda 10 deməkdir. Onun görə mənfi olduğunu ki, işarə əksinə dəyişəcək. Yəni x üstə gəl 3, vurulsun x çıxılsın 5, kiçikdir bərabərli 0-dan. Ayrı-ayrı 0-a bərabərləşdirirəm. X bərabərdir mənfi 3, x bərabərdir müsbət 5. Kiçikdir 0, kiçik bərabərdə olduğunu görə hər iki kök elə cavabımız olacaq. Mənfi 3, 5. Nə tapın deyir? Tam əllərinin cəmini. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5. Bu ilə bu əks ədədlər islah gedəcək cəmində. Bir dənə 4 üstə gəl 5 nə qalacaq? 9. Tam əllərinin cəmini nə diqqət elədim. X üstə gəl 3, x çıxılsın 5, mənfi 3, müsbət 5 alır, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5-dir də tam əllərinin cəmini tapın deyir. Cavabı görə bilmirəm. Cavab ceybəndədir. Almışım, cavab da var. Baxaq indi neçənci testdə? 18-ci testdə. 18-ci testdə bərabərsini ödəyən ən kiçik tam ədəd tapın deyir. Bərabərsini ödəyən ən kiçik tam ədəd tapın. Yine biz bunu ayrı-ayrı neyəsə hesablayasıyıq 18-ci testdə. Rahat testi. Baxaq. Köçürək. 18. Deməli, x üstə gəlinsin 4-ün mötərizə kvadratı vurulsun. 3x çıx x kvadratı böyükdür bərabər 0-dan. Bərabərsini ödəyən ən kiçik tam ədəd tapın deyir. Bərabərsini ödəyən ən kiçik tam ədəd tapın deyir. Deməli, hesablayaq. X üstə gəl 4 bərabərdir 0, x bərabərdir mənfi 4-ə. 3x çıx x kvadrat bərabərdir 0. X-i çıxardıram. 3 çıxılsın x bərabərdir 0. X bərabərdir 0. Bir də 3 çıxılsın x-i. X bərabərdir nə olacaq? 3 olacaq. İndi ədəd oxunu çəkir. Mənfi 4, 0, 3. İntervalımızı çəkək. Çəkdiyim intervalımızı. İndi 3-dən böyük nə var? 4 var. 3-dən böyükdən. Burada fikir verirsinizmi? İfadə necədir? Burada bunun mötərizə kvadratıdır. Burada da x sadələşdirsəm, x üstə gəl 4-ün mötərizə kvadratı vurulsun x-i çıxartsa 3 çıxılsın x olacaq. Yəni x-in əmsalı mənfi olacaq. Ona görə intervalın nədən başlayacaq? Mənfidən başlayacaq. Mənfi, müsbət, mənfi, amma bu da mənfi olacaq. Çünki burada mötərizə kvadratı var. X üstə gəl 4-ün mötərizə kvadratı olduğuna görə onun təpəsi neyəcək? Təkrarlanacaq. Burada da mənfi olacaq, burada da mənfi olacaq. Bizə böyükdür bərabərli 0, yəni müsbət olan aralıq lazım idi. O da 0, 3 aralığıdır. Vəsi var, bir də mənfi 4'ü var. Niyə mənfi 4 var? Çünki tək böyükdür 0 deyil də, yəni həm də bərabərdir 0 olan halı var. Burada da 0'a bərabər ola bilməsi üçün mənfi 4 olanda 0 olacaq. O iki cavabın ikisini də götürməlisiniz. Bizə deyik bərabər ödə ən kiçik tam ədəd tapın. Cavab nə olacaq? Mənfi 4 D bəndə olacaq. Bir dənə bu misalda uşaqlar bəzən mənfi 4'ü gözdən qaçırırlar. Mənfi 4'ü gözdən qaçırmamaq üçün adətən daha diqqətli bərabərsizlə işləməlisiniz.
Soramlarım 19. 19 da ilə 18-in eynisidir. Yəni, üsulları eyni üsullardır. Baxaq 19. 19. 3 çıxılsın x-in mörtəzə kvadratı vurulsun 4x çıxılsın x kvadratı böyütür 0-dan. Yenə 3 çıxılsın x-in mörtəzə kvadratı. X-i çıxardıram mörtəzə xaricində 4 çıxılsın x böyütür 0-dan. İnterval ayrı-ayrı 0-a bərabərləşdirsin. X bərabərdir 3-ə, x bərabərdir 0-a, x də bərabərdir 4-ə. Burada intervalı qururam. Kiçik kök 0, 3, 4. Amma burada 4 çıxılsın x-dir. Baxın bura. X-in əmsalı burada mənfidir. İntervalı mənfidən başlayacaq. Mənfi, müsbət. Amma burada müsbət olacaq. Niyə? Çünki burada mörtəzə kvadratı var. 3 çıxılsın x-in mörtəzə kvadratı. Bərabərsizlikdə mörtəzə kvadratı varsa, məsələn, o 3x-in mörtəzə kvadratıdır. Ona görə 10 kökü 3 idi. O 3-ün təpəsi təkrarlanacaq. Bu da minus olacaq. Böyükdür 0 dediyinə görə bizə, ona görə bu 2 aralığı götürəcəm. Burada böyükdür, yəni böyük bərabərdir olmadığına görə aralıqlar ayrı-ayrı götürəcəm. 0, 3, birləşmə, 3, 4. Nə istəyir bizə 19-cu testdə? Bərabərsizini ödəyən ən böyük tam ədəd tapın. Bu bərabərsiz ödəyən 3 ilə 4 arasında ədəd yoxdur. Ona görə də 2 olacaq. Ən böyük ədəd 2-dir. Y bəndidir. Sonra keçirəm neçənciyə? 20-ciyə. 20-cidə necə işləyərəm 20-ni? Baxaq. Köçürüm 20-ci sualı. X kvadrat çıx 9. Aşağıya baxıram. X üstə gəl 1 kiçikdir 0-dan. Bərabərsizini ödəyən ən böyük tam ədəd tapın deyib. Biz burada kəsrin həm surətində, həm də məxrəcində dəyişən varsa, onu hasil formasına gətiririk. Yəni x kvadrat vurulsun, x kvadrat çıxılsın 9, x üstə gəl 1 kiçikdir 0-dan. Hasil formasına gətirəndən sonra kökləri tapıram. Buna görə x bərabərdir 0, buna görə ayrı-ayrı 0-a bərabərləşdirib, bir dəfə x bərabərdir. X kvadrat 9-dursa bir dəfə 3-ə bərabərdir, bir dəfə mənfi 3-ə bərabərdir. Burada da x bərabərdir, mənfi 1-dir. İndi intervalımı qururam. Mənfi 3, mənfi 1, 0, 3. Burada tez 0-ı dairələyirəm. Niyə? Mən bayaq izah elədim. Əgər x kvadratı tək qeyd olunubdursa, deməli burada o mörtəzə kvadrata olan kimi onun təpəsi təkrarlanacaq. Yəni bu x-in sağındakı ilə solundakı işarəsi eyni olacaq. Baxaq indi burada x-in əmsalları hamısında, yəni müsbətdir. Ona görə interval müsbətdən başlayır. Müsbət, mənfi, mənfi, müsbət, mənfi. Bir də kiçikdir lazımdır. Hansı aralıqlar kiçikdir? Mənfi sonsuzluq, mənfi 3, birləşmə, mənfi 1, 0, birləşmə, 0, 3. Nə istəyir bizə 20-ci testdə? Bərabərsizliyini ödəyən ən böyük tam ədəd tapın. Burada ən böyük, yəni müsbətlərə baxacağım, 0-3 aralığında 2-dir. Geçirəm indi 21-ci sualı. 21-ci sualda nə deyir bizə? 21-ci sualda deyir ki, bərabərsini həll edin. Yenə ayrı-ayrı 0-a bərabərləşdirib, adi bərabərsizlər kimi həll köklər tapıb işləyəcəm intervallar üsulu ilə. Baxaq 21-ə. 21. X kvadrat vurulsun aç mürtəzə. 2x üstə gəl 1. Vur. X çıx 3. Kiçikdir bərabərdir 0-dan. 21. Ayrı-ayrı 0-a bərabərləşdir. X bərabərdir 0. 2x bərabər mənfi 1 isə x də bərabərdir mənfi 0,5. Digəri isə x bərabərdir 3-dür. Ən kiçikdən ən böyükdür. Mənfi 0,5, müsbət 0, bir də 3. İntervalımı çəksəm, gördüyünüz kimi burada yenə tək x kvadratı varsa onun təpəsi təkrarlanacaq. Yəni sağında sonunda eyni rəqəm olur. İntervalda x-in əmsalları müsbət idi. İnterval müsbətdən başlayacaq. Müsbət,
mənfi, onda burada mənfidir, bu da müsbətdir. Bizə kiçik bərabər dediyinə görə onda buranı opşi götürə bilərəm. Yəni mənfi 0,5, 3. 21-ci sualda. Keçək indi 22-ci testə. Bərabərsini həll eləyin deyir. 22, 23 bunlar da rahat suallardır. Yenə hamısında ayrı 22, 23, 24 hamısı eynidirlər. 22-də nə edəcəyik? Yenə ayrı sıfıra bərabərləşdirəcəyik. Sonra da intervalı qurub işləyirik və salam. Birinci köklər, bərabərsiz işləyəndə, bu tip bərabərsizlərdə birinci kökləri tapırsınız. Bunun kökü x bərabərdir 0, bunun kökü x bərabərdir 1, bunun kökü x bərabərdir -2. Yəni kökü tapmaq, məsələn x üstəgəl 2-ni 0-a bərabərləşdirirəm, o cür işləyirəm də. İndi intervalı qururam, həmişə ən kiçikdən başlayacağım. -2, 1, -2, 0, sonra 1. İntervalları çəkək. İndi baxaq, hamısında x-in əmsal müsbətdir də burada. Onun ki, interval müsbətdən başlayacaq. Müsbət, mənfi. Burada mənfi olur. Çünki yenə x kvadratıdır, onun təpəsi tək yanacaq, müsbət. Burada kiçikdirdir, kiçik bərabər deyil. Baxın, kiçikdirdir. Ona görə -2, 0 ayrı-ayrı götürürəm. 0, 1. 22 keçirək indi 23-ə. 23-cü sualda yenə intervallar üsulu ilə işləyəcəyik. Amma 23-cü məsələdə nəyə diqqət yetirirsiniz? Orada x kvadratı üstəgəlsin 5 var. Bu tip suallar həmişə müsbət qiymət alır deyə bərabərsizlə təsir göstərə bilmədiyinə görə silinəcək. Yəni burada bu hissə silinir. Bayaq dediyim düstur var idi. X kvadrat üstəgəlsin n. Bu formata uyğun olan misallar, yəni bu mötərizəsi bu tipdədirsə, o mötərizə silinir. Sildik. Nə qalır onda? Ayrı-ayrı sıfıra bərabərləşdirib misal hesablayacağım. 3 çıx x vurulsun x üstəgəl 2-də 1 kiçikdir 0-dan. Bunu sıfıra bərabərləşdirsəm 3, bunu da sıfıra bərabərləşdirsəm -2-də 1, yəni -0,5-dir. Bu artıq interval qurmamı ehtiyac olacaq. Çünki burada x çıx 3 deyil, 3 çıx x-dir. -0,5, 3. Əgər x-in əmsalı mənfidirsə, onda interval mənfidən başlayır. Mənfi, müsbət, mənfi. Məsələn, kiçikdir demək, yəni qıraqları götürəcəm. Bu ilə bunu götürəcəm. Mənfi sonsuzluq, -0,5, birləşmə 3 müsbət sonsuzluq. Mənfi sonsuzluq, -0,5 yox, 2-də 1 kimi qeyd olunub cavablarda. Birləşmə 3 müsbət sonsuzluq. Bu da olur 23-cü sual. 23-cü sualla 24-cü sual eynidir deyə onu ötürəcəm. Yenə 24-cü testdə uşaqlar. Burada x kvadrat üstəgəlsin 7-ni atacaqsınız. Çünki həmişə müsbət qiymətlər alırlar. Onu atırıq. Yerdə qalanı adi misal kimi işləyirsiniz. Amma burada yenə 5 çıxılsın x varsa interval əksinə dəyişəcək. Baxaq indi 25-ə. A parametrin hansı qiymətində bərabərsi x-in bütün həqiqi qiymətlərində doğrudur. Bayaq bu cümləyə diqqət edin. X-in bütün həqiqi qiymətlərində doğrudur. Bütün qiymətlərində dediyinə görə diskriminantı sıfırdan kiçik götürüb həll edirəm. 25. X kvadrat çıxılsın 2ax üstəgəl 9 böyütü sıfırdan. Diskriminant kiçikdir götürüb həll edirəm. Yəni 4a kvadrat çıxılsın 36 kiçikdir sıfırdan. Müxtəsər kimi açsam 2 çıx 6, 2a çıx 6, 2a üstəgəl 6 kiçikdir sıfırdan. Köklər tapsam burada a bərabərdir 3, burada a bərabərdir -3. Kiçikdir sıfır olduğuna görə elə intervallar elə cavablardır. Yəni köklər elə cavabda intervaldır. -3, 3. Amma bir dənə görürsünüz, bu misala bir dənə diqqət yetirin. Bax, burada biri 3 çıx x, biri x üstəgəl 2-də 1. Yəni burada x-in misal mənfidir də intervalı qurdum. İşlər əksinə dəyişdi. Orada hər zaman diqqətli olun. 25. Keçirik 26-ya. Silək. 26-cı testdə yenə eyni tipdə sualdır. X-in bütün həqiqi
X'lər üçün ödənilir. Yenə diskriminant sıfırdan kiçik götürüb həll edirsiniz. Baxaq indi 27-yə. 27. X kvadrat üstə gəlinsin 3x çıxılsın 1-in mörtəzə kvadratı. Kiçikdir, bərabərdir. X kvadrat çıxılsın 7x üstə gəl 1-in mörtəzə kvadratı. Bu tür misallarda hamısını bir tərəfə keçib sıfıra bərabər, yəni kiçik bərabər sıfır götürəcəksən. Yəni bunu keçirin bu yan tərəfə necə olur? X kvadrat üstə gəl 3x çıx 1-in mörtəzə kvadratı çıxılsın. X kvadrat çıx 7x üstə gəl 1-in mörtəzə kvadratı. Kiçikdir, bərabərdir sıfırdan. Bu kvadratlar fərqinə gəlir. Yəni a kvadrat çıx b kvadratı var idi. Açırdıq a çıx b. A üstə gəl b. Bu şəkildə açıram. Yəni ona görə böyük mörtəzənin içində birinci bu iki mörtəzənin fərqi. Yəni x kvadrat üstə gəl 3x çıx 1 minus x kvadrat çıx 7x üstə gəl 1. Bir dəfə də bu iki mörtəzənin cəmi. X kvadrat üstə gəlinsin 3x çıx 1 üstə gəl x kvadrat çıx 7x üstə gəl 1. Kiçikdir, bərabərdir sıfırdan. O ikincini mörtəzədə yazmam, çünki qarşısında mənfi yoxdur. Bu mörtəzəni açıb sadələşdirsəm, x kvadrat üstə gəl 3x çıx 1 minus x kvadrat plus 7x çıx 1 bağla, aç. Burada mörtəzə ehtiyac olmadı. O indi parametr sadələşdirsəm, bu 2x kvadratı 3x çıx 7x çıx 4x mənfi 1 müsbət 1 gedir. Kiçikdir, bərabərdir sıfırdan. Bu mörtəzə x kvadrata islah gedir. 3x 7x 10x çıx 2 2x kvadrat çıx 4x kiçikdir, bərabərdir sıfırdan. İndi hər mörtəzəni ayrı-ayrı sıfıra bərabərləşdirib səliqəli formada əldə edəcəm. 10x çıx 2 bərabərdir sıfıra. 10x bərabərdir 2, x də bərabərdir 10'da 2, yəni 5'də 1'ə. Bu mörtəzədə 2x kvadratı çıx 4x bərabərdir 0'dır. 2x'i çıxardır, mörtəzə xaricində x çıxılsın 2 bərabərdir 0'a. Bir dəfə x bərabərdir 0, bir dəfə də x çıx 2 0'cı x bərabərdir 2. 3 dənə kök oldu. 1 dənə, 2 dənə, 3 dənə. İndi interval qurmalıyıq əlbəttə. 5'də 1, 0, sonra 5'də 1, sonra 2 gələr. Yazdım. İndi baxaq, bu 10x çıx 2'dir. Bunu da vuruqlara aşağıda ayırmışam, belə bir formadır. Yəni x əmsalları müsbətdir. Ona görə interval müsbətdən başlayır. Müsbət, mənfi, müsbət, mənfi. Bizə nə istəyir burada? Kiçikdir, mənfi olan aralıqlar. Mənfi sonsuzluq, yəni mənfi olan aralıq buradan bura kimi, bir də buradan bura kimidir. Ona görə mənfi sonsuzluq 0, birləşmə, 5'də 1, 2. Neçənci idi bu? 27-ci idi. Mənfi sonsuzluq 0, birləşmə. Əlbəttə ki, diqqətsiz eləmişəm. Mörtəzə parça olacaq. Çünki kiçik bərabərdir. Ona görə D bəndidir. Əslində bu sual uzun sual deyil. Səliqənin bir tərəfə keçirib kvadratlar fərqi kimi açırsınız. Vəssalam. Baxaq indi 28'e. 28 eynisidir, amma işləyəcəm. Hələ uzun olduğuna görə. Bir dənə diqqətlə baxın, daha aydın olacaq sizə. 28. X kvadrat çıx 3x çıx 2. Mörtəzə kvadrat böyükdür, bərabərdir. X kvadrat üstə gəlinsin 5x üstə gəl 2'nin mörtəzə kvadratı. İndi. Bunlar sildim. Yenə hamısı kvadratlar fərqinə gəlsin deyə hamısını bu yan tərəfə keçirirəm. X kvadrat çıx 3x
minus 2'nin mörtəzi kvadratı çıx. X kvadrat üstə gəlinsin 5x üstə gəl 2'nin mörtəzi kvadratı böyükdür, bərabərdir 0'dan. Kvadratlar fərqi kimi açıram. Birinci bu iki mörtəzənin fərqi. X kvadrat çıx 3x çıx 2 minus. Qarşısında minus gəlirdi. Digər ifadə mörtəzənin içində yazılır. Vurulsun bu iki mörtəzənin cəmi. Yani x kvadrat çıx 3x çıx 2 plus x kvadrat üstə gəl 5x üstə gəl 2 böyükdür, bərabərdir 0'dan. Açaq. X kvadrat çıx 3x minus 2 çıx x kvadrat çıx 5x çıx 2 aç mörtəzi x kvadrat çıx 3x çıx 2 üstə gəl x kvadrat üstə gəl 5x üstə gəl 2 bağla böyükdür, bərabərdir 0'dan. Sadələşdirək. Bunlar islah getdi. Mənfi 3x, mənfi 5x, mənfi 8x çıx 4 bağla. Digər mörtəzi 2x kvadrat üstə gəl 2x. Burada müsbət mənfiklər islah gedəcək. Bağla böyükdür, bərabərdir 0'dan. İndi ayrı sıfıra bərabərləşib kökləri tapıram. Mənfi 8x çıx 4 bərabərdir 0. Mənfi 8x bərabər 4 x də bərabərdir. Mənfi 8'də 4, 2'də 1. Digərinə baxaq. 2x kvadrat üstə gəl 2x bərabərdir 0. Dəyişəni mütləq mörtəzə xaricdən çıxartmalıyam. X üstə gəlinsin 1 bərabərdir 0. Hər ikisini ayrı sıfıra bərabərləşdirirəm. X bərabərdir 0. Bir de x bərabərdir mənfi 1. Doxunu çəkirəm. 2'yi mənfi 1, sonra mənfi 2'də 1, sonra 0. Baxaq. 0'dan böyük nə var? 0'dan bura müsbət sonsuzluq, mənfi sonsuzluq. İndi baxaq. Burada dəyişənin əmsalı mənfidir. Bax, mənfi 8x-dir. Burada isə müsbətdirlər. Biri mənfi olsa kifayətdir. Demək, interval nədən başlayacaq? Mənfidə. Mənfi, müsbət, mənfi, müsbət. Bizə müsbət olan aralıq lazımdır ki, böyükdür, bərabərdir, 0'dandır. Yəni, mənfi sonsuzluq, mənfi 1 alıb, birləşmə, qapalı mörtəzi, mənfi 2'də 1, 0. Kaçıncı testi idi bu? 28-ci testi idi. Belə, cavab olur C bəndə. 28'den sonra keçirəm növbəti testə. 29. 29, 30, 31 bunlar hamısı eyni tipli suallardır. Yəni, əvvəlcədən də bunlar tipli suallar çox işlənibdir. Yəni, bir neçəsini işləyim. Məsələn, 29'a baxaq. 29. X çıxılsın 3'ün mörtəzi kvadratı. Vurulsun x çıxılsın 7. Vurulsun x çıxılsın 2'nin mörtəzi kubu. Kiçikdir, bərabərdir 0'dan. Deyir ki, neçənci 29'un saat düz köçürdüm. Yəni, bərabərsin, həll edildir. Yenə ayrı sıfıra bərabərləşdirim. Bir dəfə x bərabərdir 3, bir dəfə x bərabərdir 7, bir dəfə də x bərabərdir 2'yə. Çəkirəm 2, 3, 7. Burada hamısında x'in əmsalları müsbətdir deyə interval müsbətdən başlayın. Müsbət, mənfi. Amma diqqət edin, nəyinsə mörtəzə kvadratı var burada. Baxın, burada x minus 3'ün mörtəzə kvadratı var. Deməli, o 3'ün təpəsi təkrarlanacaq. Əgər bura mənfidirsə, burada mənfidir. Sonra gəlir müsbət. Bizə kiçik bərabərdir, yəni mənfi aralıq. Burada kiçikdir deyil, kiçik bərabərdir olduğuna görə elə promoyu nə götürəcəm? 2, 7 götürəcəm. 3'ü də alır deyib 2, 7 bizə kifayət edəcək. Cavab olacaq B bəndi. İndi keçirəm 30-cu testə. 30-cu testdə eyni bu cür işləyib köklər tapırsınız, intervalı qurursunuz. Vəssalam. 30'a da bir dənə baxaq. 31'ə daha ötürərəm. X üstə gəl 3'ün mörtəzi kvadratı. X üstə gəl 5. X çıxılsın 2'nin mörtəzi kubu kiçikdir, bərabərdir 0'dan.
Ayrı sıfıra bərabərləşdirin. -3, -5, müsbət 2. İntervalı qururam. Ən kiçikdən başlayıram. -5, -3, müsbət 2. Burada hamısında x-in əmsalları müsbəti, intervalı müsbətdən başlayır. Müsbət, mənfi. Amma diqqət yetirin, burada x üstə gəl 3-ün mürtəzə kvadratdır. Ona görə bunların təpəsi təkrarlanacaq. Xahiş edirəm, o bərabərsə işləyəndə o hissəyə diqqət edin. Mürtəzə kvadratı varsa mütləq o təkrarlanmanı qeyd etməlisiniz. Üstə gəlinsin. Kiçik bərabərdir 0 deyilsə, elə -5-də başlayıb 2-də bitirəcəm. -5, 2. Cavab olur B bənd. 31 də bunların eynisidir. Getirəm 32. 32-ci sualda görəsən nə deyir? Baxaq. Deyir ki, B-nin hansı ən böyük tam qiymətində 4 ədədi bu bərabərsizliyin həllər çoxluğuna aiddir. Tənliyi köçürün, yəni bərabərsizliyi köçürün. Əgər 4 ədədi bu bərabərsizliyə daxildirsə, mən x-in yerində qoya bilərəm, 4 qoya bilərəm. 2 vurulsun 4-ün kvadratı üstə gəl. B vurulsun 4, çıx 54, kiçikdir, bərabərdir 0-dan. 4 kvadratı 16, 16-nı 2 vursam 32. Üstə gəl 4B, çıx 54, kiçikdir, bərabərdir 0-dan. 4B, kiçikdir, bərabərdir 54, çıx 32. Keçir o yan tərəfə 2, 22. 4B kiçikdir, bərabərdir 22-dən. B də kiçikdir, bərabərdir. Hardasa 5,5-dən. 5,5-ə bərabər ondan kiçik bizə nə deyir? B-nin ən böyük tam qiyməti 5,5-dən kiçik ən böyük tam ədəd elə cavab 5-dir. Yəni hansı variantdır? Y variantıdır. İndi gəlin baxaq 33-ə. B-nin hansı ən kiçik tam qiymətində 2 ədədi bərabərsə həllər çoxluğudur. Yəni 2 əgər həllər çoxluğudursa, mən rahat formada aparıb x-in yerində qoya bilərəm, 2 qoya bilərəm. 33. 4x kvadrat üstə gəlinsin bx, çıx 7 böyükdür, bərabərdir 0-dan. X-dən yerini 2 qoyuram, 4 vurulsun 2-nin kvadratı, üstə gəl b vurulsun 2, çıx 7 böyükdür, bərabərdir 0-dan. 4'ü 4'e vurum 16, üstə gəl 2b, çıx 7, böyükdür, bərabər 0-dan. 2b böyükdür, bərabərdir 7, çıx 16-dan. 2b böyükdür, bərabərdir -9-dan. B də böyükdür, bərabərdir -4,5. -4,5'e bərabər ondan böyük olan tam ədəd. Yəni ondan böyük nə var? -4 var, -3 var, -2 var. -1 var, sonsuz sayıdır. Bizə bunların içindən ən kiçiyini istəyir. Onun ən kiçiyi nə deyir? -4'dür. Keçirəm indi 35'e. 34'e. 34, 35'e üzərində qeyd edəcəm. Deyir ki, mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında təyin olunmuş. Yəni bu hissə müsbət sonsuzluqdur, bu hissə mənfi sonsuzluqdur. Təyin olunmuş y bərabərdir fx funksiyasının qrafikinin əsasən fx kiçikdir 0 bərabərsin həlli müəyyənləşdirin. Kiçikdir demək aşağıda deməkdir. Bir buradan bura kimi aşağıdır. Buradan bura kimi. Bir də buradan bu yana aşağıdır. Nə olacaq? Hara gəlir? -5, -1. Bir də 3 müsbət sonsuzluq. Cavab olur C bəndi. İndi 35'e baxaq. 35'te fx böyük bərabərdir 0 deyir. 34'te kiçikdir dediğim gibi mənfi aşağılara saydım. Yəni mənfi olanları saydım. Burada böyük bərabər dediğim gibi birinci eğer böyükdür və bərabərdir varsa mürtəzə qapalı mürtəzə olmalıdır. Yəni parça olmalıdır. Böyükdür müsbət yuxarıda olan aralıq. Bu aralığa baxmalıyam. Bir də bu aralığa baxmalıyam. -6, -1, 5 müsbət sonsuzluq. Cavab olur C bəndi. Yəni 34, 35 çox rahat idilər. 36'ya baxaq. Bu tipdə sual o yan tərəfdə də var. Bax, tənliyinin ən kiçik kökünü tapın deyir. Burada bir uşaq bir şeyə diqqət etməlidir. Modulun içindəki, bir də çölündəkinə bax. Əksidir.
Bax, x kvadrat modulun içində müsbətdir, çölə mənfi kimi çıxır. X modulun içində mənfidir, çölə müsbət kimi çıxıb, həmçinin 12-də. Deməli, moduldan onun əksi çıxıbdır. Moduldan nə vaxt əksi çıxardı? Əgər A sıfırdan kiçikdirsə, modul A bərabər idi mənfi A-ya. Yəni, mənfi ədəd olanda moduldan onun əksi çıxır. Bir də sıfır da ola bilər. Çünki sıfır olsa, zaten məsələn, x-dən yerinə sıfır qoy, modulda mənfi 12-də müsbət 12 çıxıb, bu 12-yə bərabər olacaq. Deməli, modulun için mənfi ədəd də ola bilər, sıfır da ola bilər. Ona görə modulun içərisini kiçik bərabər sıfır götürüb işləyirəm. X kvadrat çıx, x çıx 12 kiçikdir, bərabərdir sıfırdan. Toplayanda müsbət 1 eləməlidir deyə. Deməli, x1 bərabərdir müsbət 4, x2 bərabərdir mənfi 3. Burada əgər dedim, dərsin ilk əvvəl dedim ki, kvadrat bərabərsizdirsə, kiçikdirsə, elə köklər bizə nəyi verəcək? İntervalı verəcək. Nə istəyir? 36-da bizdən, baxın. Ən kiçik kökünü tapın deyir. Bu aralıqdakı ən kiçik kök mənfi 3 olacaq elə. Cavab olacaq Y. İndi 37-yə baxaq. 37-də də görürsünüzmü? Yenə modulun içində nədirsə, çölünə əksi çıxıbdır. Ona görə yenə modulun içərisini böyük bərabər sıfırdan götürməyini mənsi hesablamalısın. Yəni, x kvadrat üstə gəl 3x çıx 12 kiçikdir və yaxud da bərabər də sıfır ola bilər. Çünki sıfır olsa yenə bərabərlik doğru alınacaq. Toplayanda bu səfər mənfi 3 eləyibdir. Mənfi 3 nədir? Səhv götürmüşəm. Müsbət x-dir. Demək, toplayanda mənfi 1, vuranda mənfi 12. Onda mənfi 4, 3-dür. Kiçikdir olduğuna ki, interval və köklərdir. Mənfi 4, 3 və salam. Ən böyük, bu aralıqdakı ən böyük tam ədəd 3-dür. Cavab olur B bənd. İndi 38-ə baxaq. Deyir ki, M parametrin hansı qiymətində bu tənliyinin x1 və x2 kökləri şərtini ödəyir. Aha, çətin sual deyil, sadəcə məşq eləmək lazımdır. Vərdişimiz olmalıdır bu misalla bağlı. 36. X kvadrat çıxılsın, M çıx 1, vur x. Üstə gəl M çıx 2, bərabərdir 0. Aha. Belə bir bərabərsizlikdə şərt nəyi ödəməlidir? x1-in kvadratı üstə gəl x2-nin kvadratı üstə gəl 2 kiçikdir 7 vurulsun m üstə gəl 1. M parametrinin hansı qiymətlərində bu şərt ödəyir? Burada gəlin baxaq, bu hissəyə baxaq. B-yetindən getsəm, köklər cəmi nəyə bərabərdir? Əks işarə ilə, yəni mənfi m-1 deyil, yəni müsbət m-1-ə. Köklər hasili, yəni x1 vur x2-də sərbəst səddidir. Burada sərbəst sədd budur, yəni yanında x olmayan. M çıxılsın 2-dir. Burada bu hissəni x1-in kvadratı üstə gəl x2-nin kvadratı müxtəsər vurma düsturu kimi açırsan. Necə açaram? x1 üstə gəl x2-nin mörtəzə kvadratı çıx 2x1 x2 üstə gəl 2 kiçikdir 7 vurulsun m üstə gəl 1. İndi yerinə qoyuram. Köklər cəminin yerinə m-1 qoyuram. M-1-in mörtəzə kvadratı çıxılsın 2 vurulsun. Köklər hasil nədir bəs? M çıxılsın 2. Üstə gəl 2. Kiçikdir. Vurub açıram. 7m üstə gəl 7. Sonra bunu müxtəsər kimi açsam. M kvadrat çıx 2m üstə gəl 1. Çıx 2m üstə gəl 4. Üstə gəl 2. Kiçikdir 7m üstə gəl 7. M-lərə bir yana, m-slər bir yana. Yox. Həm m kvadrat həm də m varsa hamısını bir tərəfə keçirib işləyəcəm. M kvadrat çıx, bunlar bizə verir 4m, üstə gəl 7, çıx 7m, çıx 7, kiçikdir 0-dan. 7-lər islah gedir.
M kvadrat çıx 11M kiçikdir 0'dan. Sonra ben 11'i çıxardım. M'i çıxardıram mörtəzə xaricine. M minus 11 kiçikdir 0'dan. Kökler tapıram. M bərabərdir 0, M bərabərdir 11. Yine kiçikdir olduğunu ki, elə kökler cavabdır. 0, 11. 36'nın testi yok. 36 değildi bu deyil. 38 idi. Nömrəni səhv qeyd etmişəm. 38-ci testdən biz aldıq 0-11 aralığı hansı varianta uyğundur? Y variantına uyğundur. Keçək indi 39'a. Yeni eyni misaldır. M parametri hansı qiymətində şərtlər ödəyər deyir. Bir də bunu sileyim. Misalın şərtini götürək. 39 x kvadrat çıxılsın. M üstə gəl 1 vur x çıx. M çıx 2 bərabərdir 0. Biz burada tapmalıyıq ki, x1'in kvadratı üstə gəl, x2'nin kvadratı çıx 2 kiçikdir 3 vurulsun, M üstə gəlsin 1. Burada yine bunu müxtəsər vurma düsturu kimi açmaq üçün, yəni x1'in kvadratı üstə gəl x2'nin kvadratı. Yuxarıda bir 7'dən işləyim. Onda x1 üstə gəlinsin x2 bərabərdir. Əks işarə ilə köklər cəminə, yəni müsbət M üstə gəl 1'ə. Köklər hasili isə olduğu kimi sərbəsərdir. Mənfi M çıx 2. Məsələn, bunu müxtəsər kimi açıram. x1 üstə gəl x2'nin mörtəzə kvadratı çıx 2 x1 x2 minus 2 kiçikdir 3 vurulsun M üstə gəlsin 1. Bax, indi yerinə qoyuram. x1 üstə gəl x2'nin yerinə qoyuram. M üstə gəl 1. M üstə gəl 1'in mörtəzə kvadratı çıx 2 vurulsun. Köklər hasil nədir bəs? Mənfi M çıx 2. Çıx 2 kiçikdir 3'ə vurub açıram. 3M üstə gəl 3. Bunu müxtəsər kimi açsam M kvadrat üstə gəl 2M üstə gəl 1. Mənfi 2'ni mənfi M'ə vursam müsbət 2M. Mənfi 2'ni mənfi 2'yə vursam müsbət 4. Çıx 2. Çıx 3M. Çıx 3 kiçikdir 0'dan. M kvadratı 2M 2M 4M 4M 3M çıxsa müsbət M. 1'in üstə 4 gəlirəm 5. 5'dən 2 çıxıram 3. 3'dən 3 çıxıram 0. Kiçikdir 0'dan. M'i çıxardıram mörtəzə xaricinə. M üstə gəl 1 kiçikdir 0'dan. Bir dəfə M bərabərdir 0'a. Bir dəfə M bərabərdir mənfi 1'ə. Çəkirəm. Bura nə yazıram? Mənfi 1. Bura yazıram 0. Yazmamıza ehtiyac yox idi. Çünki mən demişdim ki, necə işləyirik? Əgər kiçikdirsə, elə köklər bizə interval verəcək. Mənfi 1, 0. Cavab olur A bəndi. Keçək 40-cı testə. 40-cı testə bayaqki misallarda bənzəyir. Amma baxın, modulun içinə baxın, bir də çoğunluğa baxın burada. Neçənci test demişdim? 40-cı test. Bax, modulun içindəki çölündəkinə bərabərdir. Yəni modulda əgər A 0'dan böyükdürsə, modulda A'dan elə A çıxacaq. Deməli, A 0'a bərabər olsa da olar, 0'dan böyük olsa da olar. Ona böyük bərabər 0 qəbul edirəm. Modulun içərisini x kvadrat üstə gəl 5x çıx 6 böyükdür, bərabərdir 0'dan. Deməli, toplayanda mənfi 5, vuranda mənfi 6. x1 bərabərdir mənfi 6, x2 bərabərdir 1'ə. Böyükdürsə necə olur cavab? Mənfi sonsuzluq, kiçik kök. Qapalı mörtəzə, çünki 2 qat, yəni böyük bərabərdir. Birləşmə, böyük kök, müsbət sonsuzluq 1'i də alır. Olur cavab A bəndi. Keçək indi 41'ə. 41'də də eyni söhbət gedir. Modulun içərisi özünə bərabərdir. Bu, deməli, modulun içərisi ya müsbətdir,
ya da 0'dır. Çünki müsbət ədədin modu özünə bərabər, bir də 0'ın modu özünə bərabərdir. 6 2 olacaq. X1 bərabərdir. Yox, -6, x2 bərabərdir -2. Çünki toplayanda -8 eləməlidir. İndi burada böyükdürsə, deməli mənfi sonsuzluq kiçik kök. Birləşmə, böyük kök, müsbət sonsuzluq. 41-ci testdə. Bax, görürsünüz, 40-da 41-də böyükdür götürmədim, böyük bərabər 0 götürmüşüm. Çünki 0 da qoyanda ödəyir. Sonra bunların, bax, 36-da modulun onun əksi çıxıb, deməli mənfidir. Mənfidir olanda yenə 0'ı da qoymalısınız, çünki 0 qoyanda ödəyir. Doğru bərabərlik alınır. 41 getdim. İndi 42-yə baxaq uşaqlar. 42. Deyir ki, ax kvadrat çıx 3ax üstə gəl 9. A parametrin hansı qiymətlərində 3 həddisi ixtiyari x üçün müsbət qiymət alır? Burada ixtiyari x üçün bayaqki misallarda da var idi, x-in istənilən qiymətində. İndi diqqətlə baxın, altından xətt çəkirəm. İxtiyari x üçün deyəndə, deməli diskriminant 0-dan kiçikdir. X-in bütün qiymətlərində deyəndə, ixtiyari x üçün deyəndə, deməli burada bir şey bildik, d 0-dan kiçikdir. Sonra onların müsbət qiymətləri alır deyib. Bayaqçılarda o şərt yox idi. İxtiyari x olsun və müsbət olsun. Müsbət olmaq üçün parabolanın qolları yuxarı olmalıdır. Yəni bu parabola ixtiyari x üçün deyirsə, x oxunu kəsməyəcək. Amma müsbət deyirsə, qollar mütləq harda olmalıdır? Yuxarıda olmalıdır. Bu ixtiyar x üçün müsbət qiymətlər alır, bu qrafikdir. Ona görə biz x-i indi işləməliyik. A-nı 0-dan böyük götürməliyik, o heç. Bir də B diskriminant düsturu. 9a kvadrat çıxılsın 4ac. 4'ü a'ya vurum, 4'a 9'a vurum, 36a. Kiçikdir 0'dan. X'in bir yerde həll edəcəm. A böyükdür 0'dan. A'nı çıxardıram mürtəzə xaricində 9a'nı. A çıxılsın 4, kiçikdir 0'dan. A böyükdür 0'dan. Şimdi bunları da ayrı-ayrı həll edəsəm. Ox qoyaq. Baxaq indi. Bir dəfə A böyükdür 0'dan. Burada isə A bərabərdir 0. Bir dəfə də A nəyə bərabərdir? 4'ə. Bu hissəsində, bu hissə heç bizə lazım olmadı. Bu hissə hələ ki lazım deyil. 9A vurulsun, A çıxılsın 4, kiçikdir 0'dan. Kökləri A bərabərdir 0. 9A 0'a bərabərdirsə A da elə 0 olacaq. Bir də A bərabərdir 4'dür. Demiş, bax, kiçikdirsə elə köklərdir. 0, 4'dür. Deməli, biri nə oldu? A böyükdür 0'dan. Biri nə oldu? 0, 4. Tənliklər sisteminizi nəyə götürməlisiniz? Kəsişməyə götürməlisiniz də. Bura A üçün A müsbət qiymətləri alır. Bu da 0, 4'dür də. Kəsişməsi nə olacaq? Elə bizə 0, 4'ü verəcək. Neçənci idi? 42-ci idi. Keçirəm indi 43-cü testə. 43 ilə də 44 bir-birinə bənzəyən suallardır. Baxaq 44-də. 44. Deyir ki, x kvadrat çıx 2kx üstə gəl k kvadrat çıxılsın 1 bərabərdir 0. K parametrinin hansı qiymətində tənliyinin hər iki kökü -1, 3 aralığında yerləşir. Deyir ki, K parametrinin hansı qiymətinin tənliyin kökləri bu aralıqda yerləşir. Viyyətlə geçsəm, köklər cəmi bərabərdir x-in əmsalına, yəni əksinə, müsbət 2k'ya. Köklər hasili isə, yəni x1 və x2 isə bərabərdir k kvadrat çıxılsın 1'ə. K kvadrat çıxılsın 1'ə. Onda
Deməli, bunu da müxtəsər kimi açsam, k çıx 1, k üstə gəlsin 1-dir. Demək, köklərdən biri, məsələn, k üstə gəl 1-dirsə, köklərdən digəri k çıxılsın 1-dir. Vuranda bu alınır, ödəyir. Baxın, toplayanda 2k eləyirəm. Özüm üçün bir dənə not götürüm. K üstə gəl 1, məsələn, k çıxılsın 1. Görürsünüz ki, bunlar gedir, 2k qalır. Deməli, şərt ödəyir. Ona görə tənliyin köklərindən biri k üstə gəl 1, k çıxılsın 1 qəbul etsin. Mən deyir ki, tənliyin hər iki kökü -1, 3 aralığındadır. Yəni, x1 hansı aralıqdadır? 3, -1 aralığındadır. x2 də eyni aralıqdadır. 3, -1 aralığındadır. Yəni, bizə k lazımdır. x1-in yerinə nəyə bərabərdir? K üstə gəl 1 yazırım. K üstə gəl 1 kiçikdir 3, böyükdür -1-dən. Sonra müsbət 1-i hər iki tərəfə keçirirəm. Onda olur -2 kiçikdir k, o da kiçikdir 2-dən. Yəni, buna görə k -2, 2 aralığında qiymətlər alır. İndi x2-nin yerinə k çıx 1 qoyacağım. -1 kiçikdir, k çıxılsın 1, o da kiçikdir 3-dən. -1 üstə gəl, -1 müsbət 1 kimi keçir. -1-in üstə müsbət 1 gəlsəm 0. Kiçikdir k, o da kiçikdir 4-dən. Burada ortaq qiymət götürməlisiniz. Tutaq ki, burada k-nı alıbdır. -2 ilə müsbət 2 aralığını alıbdır. Xətt deyirəm. K-nın digər qiymətini fərqli rəngdə xətt deyirəm. 0, 4. 0 haradasa burada yerləşəcək. 4 də 2-dən sonra yerləşəcək. Xətt deyirəm. Xəttlər harada üstə düşür? Sarı xəttlə qara xətt. 0, 2 aralığının üstə düşür. Onun görə 0, 2 aralığıdır. Y bəndidir. Yox, Y bəndi 44-dədir. 43-də 0, 2 aralığı B bəndidir. İndi gəlin baxaq 44-də. 44-də mən 44 işləyirəmiş, bayaqdan da 43-ü ötürüb 44 işləmişim. Ona görə də 0, 2, bəli, Y bəndidir. 43 işləmədim, 44 işlədim. Olsa eyni tipdə suallardır. Bir dənə amma 43-də baxaq da. Nisbətən daha mürəkkəb sualdır. Ona görə onları işləyək. Baxırıq 43-ə. Bir saniyə. 43-də x kvadrat çıx 2kx üstə gəl k kvadrat çıxılsın 4 bərabərdir 0. Deyək, tənliyin hər iki kökü -2, 4 aralığında yerləşir. Birinci kökləri müəyyənləşdirməyə çalışaq. Viyyətə görə köklər cəmi bərabərdir. Əks işarə edin x-in əmsalını. Müsbət 2k. Köklər hasili isə sərbə səddə bərabərdir. K kvadrat çıxılsın 4-ə. Bunu da müxtəsər kimi açsam, k çıx 2, k üstə gəlsin 2. Demək, köklərin hasili budursa, mən təxmin edirəm ki, deməli, x1 bərabərdir. Məsələn, k çıx 2-dirsə, x2 bərabərdir, k üstə gəlsin 2. Bir dənə yoxlaya bilərsiniz, görün, toplayanda 2k eləyirmi? Toplasaz görəsiniz, həqiqətən 2k eləyir. Tapdıq. Köklərin hər ikisi -2, 4 aralığında yerləşir. Hər iki kök bu aralıqda yerləşir. Deməli, necə? Yəni, x1 kiçikdir 4-dən, böyükdür -2-dən. Həmçinin x2 də 4 ilə -2 aralığında yerləşir. İndi biz k-la ifadə etməliyik deyə x-in yerinə nə yazıram? K çıxılsın 2. K çıx 2 kiçikdir 4, böyükdür -2-dən. K kiçikdir. 4-ün üstü 2 gəlirəm 6, -2-nin üstü 2 gəlirəm 0. K 0-6 aralığında qiymət alır burada. İndi buna baxaq. x2-nin yerinə yazıram. K üstə gəl 2. Kiçikdir 4, böyükdür -2. K kiçikdir. 4-dən 2 çıxıram 2, böyükdür. -2-dən 2 çıxıram -4. İndi biz burada ortaq qiymət götürməliyik. İkisində də ödəyəm. Birinci 0,6. Bu 0. Bura nə yazıram? 6. Digər k hansı qiymətləri alır?
-4, 2. 2 hərdəsə 6-dan -4, 2. -4 burada yerləşər. 2 də 0 ilə 6 arasında yerləşər. Xətt deyirəm. Qırmızı xətlə qara xət harda üst-üstə düşdü? 0, 2 aralığında üst-üstə düşdü. Yəni 43-də də 44-də də hər ikisinin cavab 0-2 aralığıdır. İndi gəlin baxaq 45-ə. Bərabərsizliyini ödəməyən ən böyük tam ədədi tapın. Yəni ödəyən demir bizə 45-də. Ödəməyən deyir. Ona görə diqqətli olaq. 45. 4 vurulsun x kvadrat üstə gəlinsin 1 böyükdür 9x üstə gəl 2-dən. Vurub açıb 4x kvadrat üstə gəlinsin 4 çıx 9x çıx 2 böyükdür 0-dan. 4x kvadrat çıxılsın 9x üstə gəl 2 böyükdür 0-dan. Köklərini tapaq. Bu səfər viyetlə getmək olmuş çünki çevrilmiş tənlik deyil. Diskriminantla köklərini tapsam D bərabərdir 81 çıx 4AC. 8-də 4-ə vursam 32. O da 9 49. x1 bərabər 9 üstə gəl 7 böl 2a. 8. 16-nı da 8-ə bölsəm 2. x2 bərabərdir 9 çıxılsın 7 böl 8. O da 8-də 2. İxtisar getsə 4-də 1. Tapdım köklər 2 və 4-də 1-dir. Burada interval, yəni kvadratik bərabərsi böyükdür 0-dan. Böyükdür 0-dansa mənfi sonsuzluq kiçik kök. Birləşmə böyük kök müsbət sonsuzluq olur. Bizdən nə istəyir? Bərabərsiz ödəməyən. Baxın, ödəməyən hansıdır? Bir dənə interval çəkib göstərəcəm. Demək, kökləri 4-də 1 idi, bir də 2 idi. Müsbət, mənfi, müsbət. Ödəyənlər bunlardır. Yəni 2 müsbət sonsuzluq, mənfi sonsuzluq 4-də 1. Ödəməyənlər ağ qalan yerdir. Fikir versin, nə 2-ni alır. Baxın, böyükdür 0-dan da, yəni almır. Nə 2-ni alır, nə 4-də 1 alır. Ödəməyən ədəd tapmalıyım. Ödəməyənlər nədir? 4-də 1-dən sonra nə gəlir? 1 gəlir, sonra 2 gəlir. Ödəməyən ən böyük tam ədəd neçədir? 2-dir. Onda cavab olur D bəndi. Bir də deyirəm, əgər burada 2 qat bərabərisi olub 2-ni alsaydı, onda biz 2-ni ödəyənlərin içində götürəsiydik. Amma burada 2-ni almır. 2-nin içi boşdur. 4-də 1-in içi də boşdur. Ona görə həm 4-də 1, həm 2 ödəməyənlərin içində, həm də aralıq ödəməyənlərin içində bizə tamları götürürəm. Tam demirəsin, ödəməyən ən böyük ədəd deyir. Sadəcə 4-də 1-dən sonra tam olaraq 1 gəlir, bir də 2 gəlir. Ödəyənməyənlər içində ən böyük istəyir, onca cavabı 2 götürürəm. 46-cı testdə həmçinin bu qaydayla işləyirsiniz. 46. Yenə 3 vurub açıram x kvadrat üstə gəlinsin 6 böyükdür 4 çıxılsın 5x-dən. 3x kvadrat üstə gəlinsin 5x üstə gəl 6 çıx 4 böyükdür 0-dan. 3x kvadrat üstə gəlinsin 5x üstə gəl 2 böyükdür 0-dan. Yenə diskriminantın köməklə köllər tapsam 25 çıxılsın 4ac, yəni 24 1-ə bərabərdir. x1 bərabərdir -5 üstə gəl 1 böl 2a-dır, yəni 6-dır. O da 6-da -4, ixtisar getsə 3-də -2. x2 isə -5 çıx 1 böl 6-dır. -6-nı da 6-ya bölsəm -1. İndi burada işte ödəməyənləri istədiyimə görə interval çəkirəm. Kiçik yazıram, -1, sonra -3-də 2. Burada yenə x-in əmsallar müsbət olduğuna görə vuruqları ayrana görə müsbətdir. Interval müsbətdən başlayır, müsbət, mənfi, müsbət.
Burada yine 2 qat bərabərsi olmadığına görə nə biri mənfi 1-i alır, nə də 3-də 2-ni alır. Mənfi 3-də 2-ni alır. Onlar da ödəməyənlərin içindədir. Ödəməyənlərin içində var mənfi 1, sonra bir də mənfi 3-də 2 bu cür var ədədlərdir. Ödəməyən isə ən kiçik tapın. Əlbəttə ən kiçik ilə mənfi 1 olacaq. Ödəməyənlər mənfi 1, mənfi 3-də 2-dir də. Bunlar ödəməyənlərdir. Ona görə bunlar aralıqdakı, yəni əslində bu da düzgün yazır, çünki orada mənfi 1 ödəməyənlərin içində alır əslində ona görə. Almayan hissə bu hissə oldu, ödəməyən hissə bu oldu. Yəni ödəməyənlər, ödəmədiyinə görə qırmızıladım içini. Bunlar ödəməyənlərdir. Mənfi 1, mənfi 3-dəki bir də aralıq. Buradakı ən böyük ədəd hissi o da mənfi 1-dir. A bəndidir 46. Baxaq indi 47-yə. 47-də nə deyir? 47-ci testi birinci köçürüm. X vurulsun, X çıxılsın, 3 vurulsun, Fx. Kiçikdir, bərabərdir 0-dan. Mənfi sonsuz, müsbət sonsuzluq aralığında təyin olunmuş Fx kvadratik funksiyasının grafikini əsasən bərabər həlli. Grafikə baxanda görürəm ki, baxın, grafikə bir dənə baxın. 1 kökü nədir? 2. 1 kökü nədir? 4. Deməli, mən Fx-in yerinə rahat formada müsbət 2 olduğuna görə kökü, yəni x çıx 2, x çıx 5 yaza bilərəm. Səbəb nədir? Çünki Fx funksiyasının kökləri 2 və 5-dir. Yəni, tənni elə qoy ki, 0-a bərabərləşdirən bir dəfə 2 alasan, bir dəfə 5 alasan. Onca biri x çıx 2-dir, biri x çıx 5-dir. Aparıb burada Fx-in yerini yazacağım. Yəni, x vurulsun, x çıxılsın 3. Fx-in yerinə də yazıram. X çıxılsın 2, x çıxılsın 5. Kiçikdir, bərabərdir 0. İndi bizə bunu həll etməyimizi istəyir. Yenə kökləri tapıram. 0, 3, 2, 5. Çəkirəm bura 0, 2, 3, 5. Burada təkrarlama və s. yoxdur. X-dən əmsal müsbət dedik, müsbətdən başlayır. Müsbət, mənfi, müsbət, mənfi, müsbət. Onun ki, mənfi olan aralıq alır özü 2 qatlı. 0, 2, birləşmə, 3, 5. Cavab olur A bəndə. 47-dən sonra növbəti suala keçirəm. Qırx 8-ə baxaq. Baxın, 47-də parabolanın qolları yuxarıdır deyə biz rahat formada x çıx 2, x çıx 5 yazdıq. Amma 48-ə baxsaz görərsiniz ki, parabolanın qolları aşağıdır. Onda f(x) bərabərdir mənfi açmördəzi. Bir dəfə kökü mənfi 6 olmalı. Onun ki, x üstəgəl 6 yazıram ki, 0-a bərabərləşdirəndə mənfi 6 olsun. Digər kökü isə x üstəgəlinsin 2-dir. Bunu da eyni qayda edən üstəgəl 2 yazıram ki, 0-a bərabərləşdirəndə mənfi 2 alınsın. 48. X minus 2 vurulsun x minus 4 vurulsun fx böyükdür, bərabərdir 0-dan. İndi fx-in yerinə həmən o hissəni qoyuram. Yerini əvəz edirəndə elə böyük. Yəni, x çıxılsın 2 vurulsun, x çıxılsın 4 vurulsun mənfi. Bu mənfini burada yazmaq yerinə aparıram, lap qabağa qoyuram. Nə yazıram? X üstəgəl 6, x üstəgəlinsin 2 olur, böyükdür, bərabər 0-dan. Ündə dəyişənin qabağında, yəni ifadənin qabağında mənfi varsa, bərabərisi işarəsi əksinə dəyişəcək. Bu mənfini müsbət eləyib, işarəni də əksinə dəyişirəm. Böyükdür nə edirəm? Kiçikdir, bir də yenidən köçürmürəm. Kiçikdir yazıram. Və salam. İndi ayrı-ayrı kökləri 0-a bərabərləşdirim. 2, 4, mənfi 6, mənfi 2. İndi interval quraq. Mənfi ən kiçikdən başlamalıyım. Mənfi 6, mənfi 2, müsbət 2, müsbət 4. İndi niyə baxırıq?
Burada x-in əmsalları hamısı müsbətdir. Müsbətdən başlayaq. Müsbət, mənfi, müsbət, mənfi, müsbət. Vəssalam. Bizə lazımdır mənfiyə böləndən sonra qırmızıladığım yerə kiçik bərabər, yəni mənfilər lazımdır. Mənfi 6, mənfi 2, birləşmə 2, 4. Cavab olur A bəndi. İndi baxaq 49-a. 49-cu testdə artıq 2 dənə qrafiki bir-biri ilə neyiniyiblər, kəsişdiriblər. Görün necə işləyir. Bir fx-dir, biri jx-dir. Qollar aşağı olan jx-dir, qollar yuxarı olan isə fx-dir. Qrafikdən baxdım, tapdım bunu. İndi gəlin baxaq 49-a. 49. Bir saniyə. Getdi. 49. 2 dənə funksiya var burada. İndi y bərabərdir jx üçün. Jx bərabərdir yazım. Qollar aşağıdır, mənfi ilə başlayıram. Köklərinin biri bir dənə şəklə baxın. Mənfi 6-dır. Biri müsbət 2-dir. Ona görə yazıram ki, x üstəgəl 6. Kökü mənfi 6-dır. Kökü mənfi 6 köküdür. Deməli, 0-a bərabərləşdirəndə mənfi 6 olmaq üçün x üstəgəl 6. Digəri isə x çıx 2 olur. Çünki müsbət 2-dir deyə. İndi baxaq jx, fx-ə. Fx bərabərdir. Qollar yuxarıdırsa müsbətdir. Bir kökü mənfi 3-dür. Deməli, x üstəgəl 3. Digər kökü də bu da 2-dir. Ona görə x çıxılsın 2. Bizə onların hasili böyük bərabər 0-dandır. Biz fx vurulsun jx böyükdür bərabər 0-dan yazıb yerinə qoyub yazasıyıq. Mənfi vurulsun x üstəgəl 6, x çıx 2, vurulsun x üstəgəl 3, x çıx 2 böyükdür bərabər 0-dan. Bu da x minus 2, bu da x minus 2. Bu olur x minus 2-nin mörtəzə kvadratı. Vur x üstəgəl 3, vur x üstəgəl 6. Qalanları yazdım. Bu mənfidən də qurtulmaq üçün bərabərsi işarəsinin əksinə dəyişirəm. Kiçikdir, bərabərdir 0-dan. İndi intervalını qursaq, köklər nədir? 2-dir, mənfi 3-dür, mənfi 6-dır. Kiçikdən başlayaq. Mənfi 6, mənfi 3, müsbət 2. X-dən əmsalları müsbətli deyib, interval müsbətdən başlayır. Amma burada mörtəzə kvadratı var deyə kökü 2-dir. 2-nin təpəsi təkrarlanmalıdır. Bura müsbətdirsə, burada müsbətdir. Həmişə özünüz üçün belə, məsələn, hansının mörtəzə kvadratıdırsa onu dairələyin ki, siz bilin ki, bu təpəsi təkrarlanacaq. Qaydanı bilsəz belə, birdən not götürməsəniz, yadınızdan çıxacaq, bildiyiniz halda misal səhv işləyə bilərsiniz. Onun üçün mənfi, müsbət yazıram. Bizə mənfi olduğu aralıq sadəcə mənfi 6, mənfi 3 aralığıdır. Onun üçün mənfi 6, mənfi 3 yazıram. Soranların bu 49-da bizə deyir ki, tam əllərinin nədə bunu deyir? Cəminin. Mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3. Baxaq, mənfi 11, bir də mənfi 7. Mənfi 18 oldu. Mənfi 18. Sən testi 49-cu testi. Baxmayım, diqqət eləmişəm haradasa. Bir də, bax, diqqət eləmişəm. Baxdım ki, nəyəsə, bu 2-ni də yazmaq lazımdır. Görürsün, mən burada 2-ni dairələdim. Və dedim ki, unutmayın, amma özüm diqqətsiz elədim, yazmadım. Görürsün, bu 2-ni də dairələyirəm. 2-ni də yazıram. Niyə? Çünki burada kiçikdir 0 deyil. Kiçik bərabərdir 0-dır. 2 olanda axı ifadə 0-a bərabər olacaq. Onun ki, həmişə kiçik bərabərdir, böyük bərabərdir suallarda və nəsə də qeyd olunur. Onun ki, mənfi 18, bir dənə üzərinə gəlirəm. 2-ni gəlirəm. Üstə gəlinsin 2. Nəyə verəcək? Mənfi 16-nı verəcək. Keçirəm indi 50-yə. 50 ilə 51 eyni tipdə suallardır, yoxsa deyil. Baxın, bərabərsizliyinin
50. Deyir ki, bərabərsizliyinin bir dənə köçürüm. Ən kiçik müsbət tam həlli ilə ən böyük mənfi tam həllinin cəmi tapın deyir. Bunu müxtəsər kimi açıram. X kvadrat üstə gəlinsin 6x üstə gəl 9 çıx 9 üstə gəl x kvadrat böyükdür 0-dan. 2x kvadrat üstə gəlinsin 6x gedir böyükdür 0-dan. 2x'i çıxardırım mürtəzə xaricinə. Nə qalır? X üstə gəlinsin 3 böyükdür 0-dan. Bir dəfə x bərabərdir 0, bir dəfə də x bərabərdir mənfi 3. Böyükdür olduğuna görə, yəni mənfi sonsuzluq, kiçik kök, birləşmə, böyük kök, müsbət sonsuzluq. Bizə nə istəyirdi bu salda? Deyir ki, ən kiçik müsbət kökü 0-dan böyük nə var? 1. Deməli, ən kiçik müsbət kökü 1-dir. Ən böyük mənfi kökü mənfi 3 almır. Mənfi 3-dən sonra nə var idi? Mənfi 3-dən mənfi sonsuzluğa doğru gedir. Baxın, məsələn, mənfi 3, mənfi sonsuzluq deyil. Burada mənfi 3-dən sonra nə gəlir? Mənfi 4, mənfi 5 və s. gəlir. Onların içindən ən böyük nə olacaq onda? Mənfi 4 olacaq. Bunların cəmini tapın deyir. Bunların cəmi sənə nəyə verəcək? Mənfi 3-ü verəcək. Neçənci test idi bu? 50-ci test idi. Gəlin baxaq. 51-ci test. 53-cü testdə mənfi 3-dür da. Burada nəyə diqqətsə? X kvadrat, misal düzgün köçürdüyüm x kvadrat. Düz köçürməmişdə misalı. Baxın, çıx 6x-dir. Ona görə bu çıx olacaq. Çıx olduğuna görə bu müsbət 3 olacaq. Aləm bir-birinə dəydi burada. Bir dənə orada diqqətsiz işləməyim. Deməli belə. Bunu bu cür açdıq. X kvadrat çıx 6x, daha doğrusu 2x kvadrat çıxılsın 6x böyükdür 0-dan. 2x'i çıxardıram. X çıxılsın 3 böyükdür 0-dan. Bir dəfə x bərabərdir 0-a, bir dəfə də x bərabərdir 3-ə. Yazıram 0, bir də 3. Yazmamın nə ehtiyac var ki? Kvadratikdir. Müsbətdirsə mənfi sonsuzluq, kiçik kök, birləşmə, böyük kök, müsbət sonsuzluq. Bunun ən tapmalıyım, ən kiçik müsbət kökünü. 3-dən böyük nə var? 4, 5, 6. Ən kiçiyi 4-dür. Sonra 0-dan aşağıda hansı mənfi ədədlər var? Mənfi 1, mənfi 2, mənfi 3. İçindən deyil, ən böyüyü mənfi 1-dir. Bunların cəmini istəyir bizdən 3-dür. 51-ci testə baxaq. Yenə eyni qayda ilə işləyirsiniz 51-ə də. 51-ə də baxaq. Cəld olaq. 51. 4 çıxılsın x kvadrat kiçikdir. X minus 2-nin mürtəzə kvadratı. 4 çıxılsın x kvadrat kiçikdir. Müxtəsər kimi açıram. X kvadrat çıx 4x üstə gəl 4. X kvadrat çıx 4x üstə gəl 4. Üstə gəl x kvadrat çıx 4. Böyükdür 0-dan. 2x kvadrat çıx 4x. Diqqətsiz eləmin, daha diqqətli baxıram. 2x'i çıxardaq. X minus 2. Böyükdür 0-dan. Bir dəfə x bərabərdir 0. Bir dəfə x bərabərdir 2. Böyükdür olduğuna görə mənfi sonsuzluq, kiçik kök, birləşmə, böyük kök, müsbət sonsuzluq. Bizə deyir ki, ən böyük mənfi həlli. Deməli, mənfi 0-dan aşağıda mənfi 1, mənfi 2 və s. gedir. Ən böyük mənfi 1-dir. Ən böyük mənfi 1-dir. Cəmi deyil, üstə gəl. 2-dən böyük 3, 4, 5 var. Müsbətlərin içində də ən kiçik istəyir 3. Bunların cəmi bizə nəyə verəcək? 2-ni verəcək 51-ci testdə. Baxıram indi 52-ci. 52 ilə 53 eyni tipdə misallardır. 52. 52. Bax, a kvadrat
kiçikdir A-dan. Şərtini ödəyən A-lar üçün 7 çıxılsın 5A ifadəsinin tam qiymətlərinin cəmini tapın deyir. Bu ifadənin tam qiymətlərinin cəmini tapmalıyım. Birinci baxaq ki, A nə ola bilir? A kvadrat çıxılsın A kiçikdir 0-dan. A-nı çıxardıram mörtəzə xaricində. A çıxılsın 1 kiçikdir 0-dan. Kökləri bir dəfə A bərabərdir 0, bir dəfə də A bərabərdir 1-dir. Yazdığımız 0-1. Kiçik olduğun ki, cavab elə köklərdir 0-1. Deməli, A hansı aralıqda qiymətlər alır? 0-1 aralığında. İndi burada A'ya bir dəfə 0 qoyaq, bir dəfə 1 qoyaq. 7 çıxılsın 5 vurulsun 0. 7. 7 çıxılsın 5 vurulsun 1. 7, 5'i 1'e vursam 5, 7'den 5 çıksam 2. Cevap 2, 7 değil. Nətər ki bu A daxil idi 0-1 aralığına. Onda bu ifadədə daxildir 2, 7 aralığına. Bizə nəyə tap deyir? 7 çıx 5A ifadəsinin tam qiymətlərinin cəmini. Bu ifadənin tam qiymətləri nədir? 3, 4, 5, 6. Bunların cəmini tapın deyir. 11, 11'in üstə 7-də gəlsəm 18, 52-ci sualda. İndi baxaq 53-cüyə. 53 də eyni bu misal kimidir 53-də. Yenə A kvadrat çıx A, A kvadrat çıx A kiçikdir 0-dan. A-nı çıxardıram mörtəzə xaricində. A çıxılsın 1 kiçikdir 0-dan. Bir dəfə A bərabərdir 0, bir dəfə A bərabərdir 1-ə. Kiçikdir olduğuna görə elə hansı aralıq olacaq? 0-1 aralıq olacaq. Mən nəyə tap deyir? 3 üstə gəl 4A. Bir dəfə yerinə 0 qoyuram, bir dəfə 1 qoyuram. 3 üstə gəl 4 vurulsun 0 bərabərdir. 4'ü 0'a vursam 0, 3'ün üstə 0 gəlsəm 3. Sonra 3 üstə gəl 4 vurulsun 1. 4'ü 1'e vursam 4, üstə 3 gəlsəm 7. İfadə 4, 3, 7 deyil, 3, 7 aralığıdır. Bu aralığa daxil olan tam qiymətlərin cəmini. Çünki A nə 0 idi, nə də A 1 idi. A 0-1 aralığı idi. Mən də qiymət qoydum, deməli ifadədə 3-7 aralığında qiymət alır. Hansı ədədləri var? 4, 5, 6 var. O deyir 15 dənə. İstənir 15 dənə. İndi 53 idi bu. 54'ə baxaq. Tam sayım dahi hazır. Pozuna keçmişəm. 54. X çıxılsın 4 vurulsun. X kvadrat çıx 7x üstə gəl 12 böyükdür 0-dan. Bərabərsizliyinin ən kiçik natural həllini tapın deyir. Birinci x çıxılsın 4 yazıram. Bunu vuruqlara ayıram. Bunu vuruqlara ayırmadan m'in üsulu da var, v-yet üsulu da var. Mən v-yetlə geçim. Normalda köklər nədir? 4, 3'dür də. M'in 4, 3 demirəm ama kökləri 4, 3'dür. Onca biri olacaq x çıx 4, biri olacaq x çıx 3. Böyükdür 0-dan. Niyə ay uşaqlar? Çünki kökü 4 deyil. Kökü 4'dür. Deməli, onda x çıxılsın 4'ü 0'a bərabərləşdirəm, 4 alırım ona görə. Bunlar eynidirlər. X çıx 4, x çıx 4. Bizə nəyi verir? X çıx 4'ün mörtəzə kvadratı vurulsun. X çıxılsın 3. Böyükdür 0'dan. Ara 0'a bərabərləşdirdim. X bərabərdir 4'ə, x də bərabərdir 3'ə. 3'ə. Burada maraqlı bir hadisə var. Burada 0'dan böyükdür. Bu ifadə 0'dan nədir? Böyükdür. Bu həmişə müsbət qiymətlər alır. Çünki həmişə ifadəyi müsbətdir də. Bu müsbətdir. Bir dənə burada qalır nə? X minus 3 qalır. X minus 3 böyükdür 0'dan. X də böyükdür 3'dən. 3'dən böyük nə var? 3 müsbət sonsuzluq. Ən kiçik natural həllini tapın deyir. 3'dən böyük nə var? 4 var. Amma burada 4 qiymətini ala bilməz. Niyə 4 qiymətini ala bilməz? Çünki əgər burada 4 qoysam, bax burada 4 qoysam, misalın özündə x çıx 4, 4 qoyanda 4 çıx 4 0 eləyir. Bu ifadə 0'a bərabər deyil.
Ona görə 4'ü qoya bilmərəm. Elə bil ki, cavab olacaq 3'dən böyük 4 var. 4 yaranmır. Bir dənə olacaq 5. Cavab nədir? 5. Bu misal belə də düşünə bilərsən. Burada mürtəzə kvadratı elədiyinə görə bunu hesablama edə bilirəm. Çünki zaten müsbətdir. Müsbətə də müsbətə vurmalıyım ki, müsbət eləsin. Amma burada həmişə 4'ü sıfırdan fərqli götürməyi unutma. Çünki bərabərlik böyükdür 0, bərabər deyil. Çünki 4 qiyməti istinadı, yəni x fərqli olmalıdır 4'dən. 55 də eyni bu sualdır. Baxaq 55'ə. X çıxılsın 5, vurulsun x kvadrat, çıx 9x üstə gəl 20, böyükdür 0'dan. X çıxılsın 5, vurulsun. Vuranda 20, toplayanda 9, 4, 5, x çıx 4, x çıx 5, böyükdür 0'dan. Burada bundan 2 dənə mürtəzə kvadratını verir. Bu x çıx 4, böyükdür 0'dan. Burasına baxmıram. Amma bir dənə x çıx 5 0'dan fərqli olmalıdır. X nədən fərqli olmalıdır? 5'dən. Bura zaten həmişə müsbət, yəni həmişə mürtəzə kvadrat həmişə müsbət qiymət alır. Bura baxmayın. Bir dənə burada x çıx 4. Ay Allah. X çıxılsın 4. Böyükdür 0'dan, x də böyükdür 4'dən. 4'dən böyük qiymətlər alır. Normalda 4'dən böyük qiymətlər necə göstərilməli? 4 müsbət sonsuzluq. Amma hansı qiyməti ala bilmir? 5'i ala bilmir. Ona görə 5'i ala bilmədiyinə görə bu müsbət sonsuzluqdan 5'i qırağa çıxartmalıyım. Nə tər çıxardırsam? 4, 5. Birləşmə 5 müsbət sonsuzluq. Bunda 5'i saymamış olursa. Deyir ki, bərabərsi ən kiçik natural həllini tapın deyir. Diqqətlə baxsam görərəm ki, 5'dən böyükdür, 5'dən böyük nə var? 6. Baxaq indi 56. 56'da bayaq bu tipdə sual işlədik. (56, 57, 56) A böyükdür A kvadratından. A çıx A kvadratı böyükdür 0'dan. A'nı çıxardıram. 1 çıxılsın A böyükdür 0'dan. Bir dəfə A bərabərdir 0'a. Bir dəfə də A bərabərdir 1 böyükdürsə, yəni burada götürüb məsələn burada A böyükdür, onda mənfi sonsuzluq 0, birləşmə 1 müsbət sonsuzluq yazsa səhvdir. Belə yaza bilməzsən. Niyə? Bizim bu dediyimiz şərt o vaxt keçərli olur ki, ifadədə dəyişən əmsal müsbət olsun. Amma bura baxın, burada 1 çıx A-dır. Yəni dəyişən qiymət nədir? Mənfidir. Ona görə bura 0 yazıram, bura 1 yazıram. Dəyişən əmsal mənfidir, mənfidən başlayır. Mənfi, müsbət, mənfi. Ona görə də müsbət aralıq lazımdır bizə. Cavab nədir? 0, 1. Yəni burada A 0 ilə 1 arasında qiymət alır. Bir də deyir ki, 2 A kvadrat üstə gəlinsin 2A üstə gəl 3. Yəni, bu hansı aralıqda qiymət alır? Bir dəfə 0 verək. 0'ın kvadratı üstə gəl 2 vurulsun 0 üstə gəlinsin 3. Bir dəfə də 1 verək. 1'in kvadratı üstə gəl 2 vurulsun 1 üstə gəl 3. 1 üstə 2 gəlirəm 3, 3'ün üstə gəlirəm 6. Cavab 3, 6 idi. Cavab A 0, 1'i almır ki 0, 1 aralığını alırdı. Onda ifadə də 3, 6 aralığını alacaq. 3, 6 aralığındakı tam qiymətlərin cəmi 4 üstə gəl 5, 9. 56, 9 cavabıdır. Keçirik indi 57'yə. 57 də eyni söhbətdir. İşləyirsiniz. Orada qalır bizim 3 dənə sualımız. Bir dənə də 58'ə baxaq. 58 deyir ki, bərabərsinin həlli 2, 5 parçası olması üçün B və C parametrlərin ala biləcəyi qiymətlərin cəmi x kvadrat çıx 3B minus 11
vur x üstə gəl 6c çıx 2 kiçikdir bərabərdir 0-dan. Əgər bax deyir ki, tənliyinin həllinin 2, 5 parçası olması üçün. Yadıma gəlirsə mən demişdim ki, kiçik bərabərdirsə elə köklərin özü interval olurdu. Yəni demək köklərindən x1 bərabərdir 2-dir, x2 də bərabərdir nəyə? 5-ə. İndi köklər cəmi, köklər hasiləsindən istifadə edib b-ni c-ni tapasıyam. Köklər cəmi əks işarə ilə x-in əmsalıdır. Onca müsbət 3b çıx 11 bərabərdir köklər hasilinə. x1 vur x2-yə. 3b çıx 11 bərabərdir. x1 x2 vursam 10. 3b bərabərdir 21-ə, b də bərabərdir 7-yə. Sonra mən tapşırığı qutarıb yorulmuşam mən də deyəsəm. Diqqətsizlik edirəm. Necə diqqətsizlik? Bu köklər cəmi daxı. Yəni x1 üstə gəlsin x2 bərabərdir əks işarə ilə x-in əmsalına. Yəni 3b çıx 11-ə bərabərdir. Köklər cəmi 2 üstə 5 gəlirəm 7. 7 bərabərdir 3b çıx 1-ə. 8 bərabərdir 3b-yə. B də bərabərdir 3-də 8-ə. Soramlarım köklər hasil bax 11-dir. 11-dir. 18-dir. 6-dır. Sona yaxın deyirsən yoruldum. Sonra köklər hasili isə yəni x1 vur x2 nəyə bərabərdir? 6c minus 2'ye. Köklər hası 2, 5'dir. 2'ni 5'e vuram 10. 10 bərabərdir 6c çıx 2'ye. Yəni 12 bərabərdir 6c'yə. C də bərabərdir 2'ye. Bizə deyir ki, B və C parametrin ala biləcəyi qiymətlərin cəmini. Bu C'dir, bu da B'dir. 6'ın üstə 2 gəlsəm nə eləyəcək? 8. Əslində rahat testdir. Yəni heç bir çətinlik yox. Sadəcə mən texnik səhv elədim. Daha diqqətli olmaq lazımdır. Köklər cəmi x-in əmsalıdır. Köklər hasili sərbəsətdir. Yerinə qoyub işləyirsiniz. 59-cu sualda eynidir. Yenə tənliyinin əgər kiçik bərabərdir verilibdirsə bizə 3, 5-dir. Deməli x1 bərabərdir 3-dür, x2 bərabərdir 6-dır. V7-lə işləyib yerinə qoyub tapacaqsınız. Yaxşı, bir 59-a da baxaq. 59. Baxın 59'a x kvadrat çıxılsın 2b minus 5 vur x üstə gəl 8c minus 6 kiçik bərabərdir 0'dan. Deyib tənliyinin bərabərsinin həllərinin 3, 6 parçasının olması üçün. Onda deməli x1 bərabərdir 3'dür. Axı kiçik bərabərdirsə parça ilə köklərdir. Deməli x2 nəyə bərabərdir 6'ya. x1 üstə gəlsin x2, yəni köklər cəmi b-yə görə x-in əmsalının əks işarəsidir. Ona görə mənfi nəzərə almıram. 2b çıx 5 yazıram. x1 3'dür, x2 6'dır. 3'ün üstünə 6 gəlirəm. Bərabərdir 2b minus 5'ə. 8. Bu da keçirik bu yan tərəfə. İnşallah bu səfər texniki səhv edib köçürməmişəm. Köklər cəmi 6, 3'dür, 9. 9 üstə gəl 5 bərabərdir 2b'yə 14. 2b bərabərdir 14'ə. B də bərabərdir 7'yə. Sonra köklər hasili sərbəsətdir. Yəni x1 vur x2 bərabərdir 8c çıx 6'ya. x1 x2'ye vururam. 3'ü 6'ya vururam. Nedir? 18. Elə bir ki sen burada bir kökü 3'dür, bir kökü 6'dır. Bərabərdir 8c çıx 6'ya. 18 üstə gəl 6 bərabər 8c'yə 24'dür. 8c bərabərdir 24'ə. C də bərabərdir 3'ə. Məsələn. İçən sualdır. B və C parametrin ala biləcəyi qiymətlərin cəmi deyir. Bu ikisiydi də 7 üstə gəlsin 3 bərabərdir 10'a. Çənciydi 59'uncu. Baxırıq indi 60'a.
60. Deməli 60-da nəyə diqqət yetirmək lazımdır? X üstə gəlinsin 2a kvadrat üstə gəl 5. Vurulsun x çıxılsın 2a kvadrat üstə gəl 7. Kiçikdir, bərabərdir 0-dan. Deyir ki, bərabərsin həlləri bu aralığa daxildir. Mənfi a kvadrat üstə gəl 8a çıx 10. Nöqtə vergül a kvadrat üstə gəl 9a çıx 11. Baxla. Deyir ki, a parametrin hansı qiymətində bərabərsizliyin həlli bu parça olar. Yadınıza gəlsə, əgər biz demişdik, əgər kiçikdirsə, bu tənliyin kökləridir. Yəni, tənliyin bir kökü budur, bir kökü budur. İndi baxaq, misalımız da budur. Tutaq ki, burada belə bir şey başa düşün də. Məsələn, x minus 3, x minus 5 kiçikdir, bərabərdir, 0-dandır. Bunu 0-a bərabərləşdirsəm 3, bunu 0-a bərabərləşdirsəm 5. Kiçikdir, bərabər olduğuna görə tənliyin cavabı ilə 3, 5-dir. Tənliyin yox, bərabərsizliyin cavabı 3, 5-dir. Ona görə deməli, bu misalda işlədiyimiz zaman o cür düşünürəm. Deməli, bunu 0-a bərabərləşdirsəm, bu tənliyin kökü olacaq. Bu da ki, müsbətdir, o nəticə mənfi olur da. Yəni, bir dəfə x bərabər olacaq, mənfi mürtəzənin içində 2a kvadrat üstə gəl 5-ə. Digər tərəfi, yəni bunu 0-a bərabərləşdirəndə, bu x1 idi, x2 bərabərdir, mənfi müsbət kimi keçir. 2a kvadratı üstə gəlinsin 7-yə. Bunlar elə tənliyin köküdür, yəni birinciyə bərabər olacaq, ikinciyə bərabər olacaq. Yəni, mənfi açmürtəzə 2a kvadratı üstə gəlinsin 5 bərabərdir mənfi a kvadrat üstə gəl 8a çıx 10. Və hər iki tərəfdə mənfi varsa mürtəzənin qarşısında mənfini silirəm. 2a kvadrat üstə gəl 5 bərabərdir. A kvadrat üstə gəl 8a minus 10. 2a kvadrat çıx a kvadrat çıx 8a üstə gəl 5 üstə gəl 10 bərabərdir 0. A kvadrat çıx 8a üstə gəl 15 bərabərdir 0. A1 bərabərdir 3-ə, A2 bərabərdir 5-ə. İkincini bərabərləşdirək. Yəni, bu hissəyə bərabərləşdirirəm. A kvadrat çıx 9a üstə gəl 9a çıx 11 bərabərdir. 2a kvadrat üstə gəl 7-yə. 2a kvadrat çıx a kvadrat çıx 9a üstə gəl 7 üstə gəl 11 bərabərdir 0-a. A kvadrat çıx 9a üstə gəl 18 bərabərdir 0. A1 bərabər bir görə vuranda 18 toplayan 9, 3. A2 də bərabərdir nəyə? 6-ya. X-in ortaq qiyməti A-nın hansı qiymətidir? 3. Sonuncu 61-62-ci suallara baxaq. 61-62-ci suallar asandılar. Necə yəni asandılar? 61-ci testdə bizə nə deyir? X kvadrat çıxılsın kx üstə gəlinsin m kiçikdir 0-dan. Tənliyin həllər çoxluğu 2, 5-dir. Yəni, kiçikdirsə köklər ilə həllərdir. Deməli, x1 bərabərdir 2-dir, x2 də bərabərdir 5-dir. M nədir? Köklər hasılı. Yəni, m bərabərdir x1 vur x2-dir. 2 vurulsun 5, 10-dur. Bəs mənfi k, əks işarə ilə k nəyə bərabərdir? Köklər cəmini x1 üstə gəl x2-yə. 2 üstə gəlsin 5 nədir? 7. Vəssalam. Yəni, bizə nəyə tapın deyirdi? Bax, buna baxın. X böyükdür k-dan, x kiçikdir m-dən. Yerinə qoyaq. X böyükdür k-nə tapdım 7-dən. X kiçikdir m-nə tapdım 10-dan. Deyir ki, tam həllərinin cəmini tapın deyir. İndi 10-dan kiçik 7-dən böyük hansı ədədlər var? 8, 9. Onların cəmi nədir bəs? 10, 7. Neçənci sual idi bu? 61-ci sualda da cavab 17-dir.